xeyir olsun müəllimlər. Təkrardan hər birinizi salamlayıram. Qeyd etdiyim kimi bu gün sizlərlə həm test işləyəcəyik, həm də sual-cavablar edəcəyik. Ümumi vaxta qədər hansı ki mövzuları vermişdim, onlar əhatəsində olacaq sual-cavabımız. Bu ödənişsiz dərsimizin hardasa 4-cü, 5-ci dərsi olmalıdır. Ay sonu dərslərimiz yekunlaşır. Təbii ki, ondan sonra da həftədə bir dəfə mən sizinlə ödənişsiz dərslər təşkil edəcəm. Yenə açar məqamlar, sual-cavablar, imtahana düşəcək suallar haqqında izahlar olacaq. Amma ay sonu kim akademiya tərəfindən 1 aylıq təlimi bitirdiyinə dair rəsmi sertifikat əldə etmək istəsə, mənə şəxsiyə yazar, rəsmi sertifikatını təqdim edərəm və sertifikatımız rəsmidir. Akademiyamız rəsmi mühürlü sertifikat verir, dövlət səviyyəsində tanınır. Yəni harada müraciət etsəniz, sertifikat təbii ki də tanınır və sertifikatın mahiyyəti ondan ibarətdir ki, öz üzərinizdə istədiyinizi səsimi eşidirsiniz müəllimlər? Müəllimə işləyirik. Səsləri bağlayaq, ekran kaydında işləyəcəksiniz hər biriniz. Müəllimə mənə əl işarət. Harda qalmışdıq? Kim istəsə ay sonu rəsmi sertifikat əldə edə bilər akademiya tərəfindən. 1 aylıq rəsmi təlimi, yəni tərbiyəçi proqramını bitirdiyinizə dair verilən rəsmi sənəddir. Hansı ki yanvar ayında biz bunu etmişdik. Çox müəllim istəmişdi. Sonradan təəssüf ki verə bilmədik və biz bu şansı bu ayda yaratdıq. Ay sonu kim istəsə endirimli qiymətə şəxsiyə yazar, o sertifikatı əldə edər. Daha ətraflı məlumat üçün şəxsimə yazmalısınız. Nömrəmi də qeyd edirəm. Kim istəsə yazar. 070 293 39 28 nömrəsinə yazın, adınızı qeydiyyata alaq və sertifikatınızı verək. Sertifikatın mahiyyəti ondan ibarətdir ki, siz gələcəkdə karyeranızda, yəni demirəm sizi aparıb vəzifəyə qoyur. Yox, olmur. Sadəcə siz öz üzərinizdə işlədiyinizi sübut edən, interaktiv bir müəllim olduğunuzu qarşı tərəfə sübut edirsiniz ki, mən bu təlimlərdə iştirak etmişəm. Bu müsahibədə də eyni zamanda səsləndirə bilərsiniz. 1 aylıq təlimlərdə iştirak etmişəm, rəsmi sertifikatım var. Yəni sizin üçün müsbəti var ki, mənfisi yoxdur. Rəsmi sənəddir, rəsmi mühürlüdür, dövlət müəssisələrində hər yerdə də tanınır. Əlavə olaraq bizim may 1-ci qrupumuz qeyd eləmişdim ki, yekunlaşıb, hətta limiti də keçib, ödənişli qrupumuz 4 aylıq idi o da, onun da günlərini qeyd eləmişdim. Və may 2-ci qrupumuz qeydiyyatı ay sonu bitir. Müəllimlər çox saylı yazıblar, yəni qeyd edeyim ki, may 2-ci qrupdan sonra qrup açmaq fikrim yoxdur. Və qrupun gedişatını buradan ümumi deyim, şəxsiyə yazıb gedişat haqqında soruşan müəllimlər var, buradan ümumi deyim. Dərslərimiz həftədə 2 dəfə olacaq. 2 dəfə 2 saat, 3 saat keçirilir. 3 saata qədər çəkir dərslərimiz. Hər bir müəllim fərdi sual-cavab olunur dərslərdə. Dərsin video izahı, kaydı, sual-cavab video izahları hər biri göndərilir. Oxuyursunuz, öyrənirsiniz, sizi sual-cavab edirəm. Yəni burada 2 sual verməyimə baxmayın, orada sizə 6-7 sual ünvanlanır. Özü də geniş versiyada və digər müəllimlərə də eyni suallar təkrar bezdirici formada verilmir. Hər kəsə fərqli formatda verilir və diskussiya gedir. Sonda. Ora qədər kimsə kiminsə belə deyim, sual-cavabına mane olmur. Hər kəs səsi bağlayır, səssizlik olur qrupda. Əlavə olaraq da siz sual-cavab olunduqdan sonra bizim test vaxtımız ayrılacaq. Hansı ki biz 10 dənə, 15 dənə, 7 dənə vaxtımız olduqca test işləyəcəyik ki, minimum 10 test olmaqla və bu da bizim eyni zamanda test işləmə bacarıqlarımızı möhkəmləndirəcək. Test işləyərək biz daha da yaxşı nəticə əldə edəcəyik. Testin açar yollarını, imtahanda necə tapmalısınız, variant tapma yolunu, əlavə olaraq da vaxt itkisinə necə yol verməmək olar, məntiqi testlər, hansı ki Telegramda paylaşmışdım, onları da sizə izah edəcəm. Telegramda paylaşdığım testləri. Onların hər birini də izah edəcəm. O tipdə testlər hazırlanacaq və çox maraqlı olacaq. Və əlavə olaraq siz həftədə 3 dəfə, 4 dəfə də Telegramda yarışlar işləyəcəksiniz. Saat qoyacağıq. Bu saatda hər kəs Telegramda olsun deyə profilə yazıb yerləşdirəcəyik. Və orada siz yarış testlərini biləcəksiniz, öyrənəcəksiniz. Eyni zamanda vaxtla işləməyə bacaracaqsınız. 30 saniyəlik, 40 saniyəlik, 1 dəqiqəlik və bu sizi imtahana hazırlayır birbaşa. Google Form testləri işləyəcəksiniz, vaxtlı testlər işləyəcəksiniz. 4 dəf düzü aparan testlər işləyəcəksiniz. Bu şəkildə bilikləriniz təkmilləşəcək və əlavə olaraq da nə sualınız olsa dərsdə verəcəksiniz, izah edəcəm. Yəni bundan mükəmməl dərs ola bilməz. Bir də növbəti ödənişsiz dərslərimizdə də təbii ki də iştirak əldə edəcəksiniz. Növbəti yaranan qruplarıma da sizi ödənişsiz dinləyici kimi əlavə edəcəm. Təlim müddəti 4 aya əhatə edir. 4 aya əgər zərurət yaranarsa 5 ayda ola bilər. Hansı ki az keçmək tövsiyə olunsa 5 aya qədər də artırılma ehtimalı var. Kim istəsə qeyd elədiyim kimi şəxsimə yazsın, qeydiyyata alım, yerlərdə olmamış məlumat verim. Zaten müraciət edən müəllimlərimiz çoxdur. Əgər
Əgər dəqiq bilmirəm, əgər akademiya tərəfi yenidən qrup açmaq istəsə, 3-cü qrupu da bəlkə açdıq. Amma hələ ki belə açmaq fikrim yoxdur. 2-ci qrupla yekunlaşdıracağam və ay sonu qeydiyyat bitəndən sonra heç kimi də təəssüf ki, qrupa əlavə edə bilməyəcəm. İmtahanlar haqqında gəldikdə isə imtahanlarımız olacaq müəllimlər. Oktyabr, noyabr ayında gözlənilir. İndi deyəcəksiniz, müəllimə əvvəlcədən məlumat verilmədi. Baxın, o gün mən qeyd eləmişdim sizə ki, təlim oldu. Hansı ki, məlumatlandırma İlahə Rəsulova tərəfindən qeyd elədi ki, bizim fəaliyyət planımızda yer alır ki, məktəbəqədər təhsil sahəsində sertifikasiya belə deyək, imtahanını biz 2026-ya qədər yekunlaşdıraq. Yəni yenə də onu vurğuladı. O keçən dəfə də onu vurğuladı. Siz bəzən soruşur müəllimlər, müəllimə niyə məktəbə deyilir, bizə deyilmir? Müəllimlər, məktəbdə belə deyim, necə deyimsə fənlər var. Riyaziyyatdır, fizikadır, kimyadır, çoxdur da fən. Ondan 15-dən yuxarı fən var orada. Ona görə də hər müəllim ayrı-ayrı imtahana təşviq olunur da. Yəni standart məsələn məktəbəqədərə aid bir dənə test, 60 dənə suallıq test tərtib edib bir dəfəyə keçirdə bilirlərsə, bu riyaziyyatla Azərbaycan dilini bir dəfəyə keçirdə bilmirlər axı. Ona görə onlardan əvvəlcədən xəbər verir ki, məsələn, bu il 5 fənnin müəllimələri sertifikasiyaya cəlb olunacaq. Ona görə onlara ilin əvvəlində məlumat verilir. Amma sizə keçən il də verildi, bu il də verildi ki, olacaq və olanda inanın ki, bir ay qabaqcadan sizə məlumat veriləcək qeydiyyat başlayanda. Hansı ki, müdirlər nə vaxt ki gözləyir ki, ay olmayacaq müdirlərin müsahibəsi, o gün xəbər gəldi ki, 3 günə müsahibənizdir. Hal-hazırda müdirlər də hazırlaşır bizimlə. Yəni onların da imtahanı 2-3 gündən sonradır. Yəni məlumat qısa müddətdə verilir və siz də deyə bilməyəcəksiniz ki, siz bizə məlumat verməmisiniz. Onlar deyəcək dəfələrlə vermişik, problem sizdədir və bir dənə də şansınız olacaq. Siz yüksək bal toplasanız, məntiqi testlərin öhdəsindən gəlsəniz, sizin maaşınız da yüksələcək. Gələcəkdə siz yarımaklad müəllimələr qrup rəhbərinə də keçə biləcəklər. Yəni məktəblərdə hal-hazırda belədir. Ona görə də gecə-gündüz, yəni demirəm ha, ödənişli dərslərə qoşulun, ya mənə, ya digər müəllimlərə. Xeyr, təbii ki də hər kəsin imkanı fərqlidir, amma çalışın ki, bu qədər sizlər üçün şərait yaratmışıq, inanın bizə. Yəni bu dəqiqə mənim YouTube kanalıma daxil olsanız, inanın nə qədər izahlar var. Ödənişlərlə dərslərimdən nə qədər izahlar paylaşmışam, sual-cavablar paylaşmışam. Siz onları bilsəniz, inanın ki, elə 50-dən yuxarı yazarsınız. Sadəcə müəlliməyə qoşulmaq məsuliyyət tələb edir. Ona görə müəlliməyə qoşulurlar ki, məcbur olub test işləyirsiniz, sınaq işləyirsiniz. Hər şeyə məcbur eləyirəm də, mən sizi tələb edirəm, tələbkaram. Yəni müəllimlərim tanıyır məni, elə burada da çoxu burdadır. Amma digər müəllimələrin iradəsi olan bir müəllimi özü də hazırlaşıb 57-ni də yığa bilər, 58-ni də yığa bilər. Hər şey sizdən asılıdır. Bu qədər neçə illik əziyyətinizi mən deyərəm ki, hədər etməyin, oturun, hazırlaşın. Çox müəllim arxayın deyək, gələn il olacaq. Ay müəllimə, bu il olmayacaq. İnanın ki, olacaq. Yayda olmama ehtimalı var deyə düşünürəm. Amma mənə görə oktyabr, noyabr aylarında miqi də saldılar, sertifikasiyanı da saldılar, olacaq. Belə müəllimə. Ödənişli dərslər haqqında Aynur müəllimə şərhmə yazarsınız, zəhmət olmasa. Narahatlayıram. Ay müəllimə. Deməm, siz bizə göndərmisiniz Instagrama, gəlin orada testlər var. Mən girirəm orada, sizin ancaq 2 şəkliniz var və sonra mənə gəlmir o. Yox müəllimə, orada videolar paylaşılan yerə baxmayın. Yuxarıda story bölməsi var. Necə ki statusa baxırsınızsa üzərinə basıb. Yuxarıda profilin üzərinə basın. Orada da 2 dənə test. Növbəti günlərdə də paylaşacağam. Daha çox gündə mən 5 dənə sizin üçün məntiq testi paylaşacağam ki, analiz edə biləsiniz və onları da izah etdim Telegramda. İndi Telegramı olmayan müəllimlər üçün burada da izah edəcəm. Açar məqamlarını da deyəcəm. Belə, müəllimlər, ikinci şans veriləcək. Amma yenə də mən deyə bilmərəm ki, qeyri-ixtisas müəllimlərinə veriləcək, verilməyəcək. Ola bilər ki, qeyri-ixtisas müəllimlərini yəni çıxarda da bilərlər. Demirəm ha, özünüzü qorxuya salmayın. Sadəcə siz özünüzdən arxayınsınız. Elə 30-u keçsəniz kifayətdir. Amma deyərəm ki, 30-la qalmayın. Həmişə yuxarıdan tutun ki, baxın, bu mənim bir prinsipimdir. Yuxarı səviyyədən tutun ki, o istədiyiniz səviyyəyə gəlib düşəsiniz. Amma siz o səviyyədən düşsəniz, lap aşağı düşəcəksiniz. Çünki ona uyğun hazırlaşırsınız. Ona görə də yuxarı səviyyədən tutun ki, istədiyiniz səviyyəyə heç olmaya gəlib düşə biləsiniz. Gecə-gündüz oxuyun, bir müddətdir. Sonra 5 ildən sonra olacaq imtahanınız. Və siz hətta gələcəkdə sizin peşəkarlığınız artacaq, sizə müxtəlif avantajlar verə bilərlər. Kim bilir, bu dəqiqə sertifikasiya bütün imtahanlardan da öndə gəlir. Sertifikasiyanın çox avantajı var. Unutmayın, MİQ-lə sertifikasiya mövzuları da eynidir. Heç bir fərq yoxdur. Və mən əhatəli keçirəm. Həm MİQ-i öyrədirəm, həm sertifikasiyanı ki, ikisinin də təməli bağçadır. İkisi də bağçada işləyən müəllimələrdir. Hər ikisini bilməlidirlər. Belə. Və nə qədər biz geniş öyrənsək, o qədər də geniş şəkildə testi müzakirə edə bilərik. Biz qayda kimi öyrənsək, o testi heç vaxt yaza bilmərik. Belə əzbər də bilsəniz, bilməyin ki, hər şeyi bilirsiniz. Məntiq önəmlidir. Situasiya düşür imtahana. Qayda yox, qayda 3-5 dənə düşür. Başlayaq müəllimlər. Səsi açsın. Olar müəllimə bir sual da verim. Bəli, buyurun. Bəli.
Müəllim, əlimizdə olan materiallardan, keçirilən ödənişsiz dərslərdən əlavə bir şey imtahana salınma ehtimalı var. Müəllimə, Kitablardan əlavə. maksimum 5 dənə test əlavə salına bilər. Heç məsələn bütün təlimçilər olsun, kim nə keçsə də maksimum əlavə 5 dənə sual salırlar, bağçadan əlavə, ümumi dünya görüşü aid fərqli bir şeylər. 5 dənə ola bilər. Ondan o yana yox. Nə veriblərsə çərçivədə sizə onu salırlar. Yəni əmin ola bilərsiniz ondan. Maksimum mən deyirəm ha, təxmini. Əlavə heç nə salınmır. Xeyr. Nəzəriyyələrdir, nə veribsə onları keçirik, hələ artıqlaması ilə keçirik. Mən məsələn bir müəllimə nələr aiddirsə mən onları da keçirəm. Hansı ki, görürəm ki, çox təlimçinin keçmədiyi mövzuları mən əlavə olaraq keçirəm. Hələ müəllimlər deyir ki, siz nə qədər müəllimə çox keçirsiniz 4 aya. Deyirəm ki, bunları bilsəz, testi də daha geniş müzakirə edərsiniz. Çoxu məsələn 40-50 mövzu keçir, mən 70-80-ə yaxın mövzu keçirəm ki, geniş öyrənək. Az-az, dərindən geniş. Öyrənməyin nə ziyanı var? Daha da testi yaxşı yazacaqsınız. Məntiq üzərindən yazacaqsınız və hal-hazırda da göz önündədir ki, bizim keçən ilki müəllimlərimiz elə Respublika, Naxçıvan üzrə, Azərbaycan üzrə Respublika birinciləri oldular. Hər birində paylaşmışam. Yəni 50-dən yuxarı nəticələrimiz çox oldu. Sadəcə yenə də deyirəm, mən demirəm ha, gəlin dərsə qoşulun 100% keçəcəksiniz. Xeyr, mən sadəcə fasilitatoram, yol göstərərəm, istiqamət verərəm. Öyrənmək sizə qalıb. Hər şey sizdən asılıdır. Hər yerdə gedin, kimə qoşulursunuz, qoşulun. Sizin bazanız nədirsə, gedib o nəticəni göstərəcəksiniz. Məsuliyyətiniz nədirsə, necə yanaşacaqsınızsa, nəticəniz də o olacaq. Hər şey sizdən asılıdır. Belə, başlayaq müəllimlər vaxt itirmədən, sonra da testlərin izahına keçirəm. Ayda müəllimə, Bəli, axşamınız xeyir. axşamınız xeyir olsun. Sağ olun, yaxşı olun. Ayda müəllimə, bu müsabiqədə suallar necə olacaq? Ümumi dünya görüşümüz haqqında da suallar verəcəklər. Direktorları deyirsiniz? Xeyr, bizə sertifikasiyadan sonra. Müsahibə yoxsa müsabiqə? Müsabiqə test mərhələsi yoxsa müsahibə? Müsahibə. Müsahibə. Aha, müsahibədə müəllimə ünsiyyət. Əgər siz qoşulduğunuz dərsə fərq eləmir, kimin dərsinə qoşulursunuz, qoşulun. Mən öz müəllimlərimə də deyirəm. Əgər sizin ünsiyyətiniz varsa, siz hər dərsi müəlliməyə suallara əsasında cavablar verirsinizsə, bilin ki, siz müsahibəyə hazırsınız. Heç müsahibədə ilə də əziyyət çəkməyəcəksiniz. Çünki nəyi danışacaqsınızsa elə öyrəndikləriniz əhatəsində sizə suallar verirlər. Qeyri-adi heç nə. Belə. Başlayaq müəllimlər. Xeyr, ailə və ev təhsili də imtahanda iştirak edəcək, narahat olmayın. Müəllimlər, nə suallarınız varsa, buyurun, siz də deyin müəllimə. Nəsə vacib sözünüz varsa deyin, amma sonra yekunlaşdıraq. Bəli. Yox. Aha. Aha, sağ olun. Başqa sualı olan yoxdursa səsləri bağlayaq. Yox. MİQ yay aylarında gözlənir, avqust ayında təxmini. Çünki 2022-də avqustda olmuşdu. Başlayaq müəllimlər, vaxt itirmədən. Hal-hazırda bura yazan müəllimlər və şəxsiyə yazan müəllimlər qeyd elədiyim kimi dərsdən sonra şəxsimə yazarsınız. Dərslərlə bağlı da yenidən əhatəli məlumat verərəm. Bu qədər. Sonra səsi açsın Aytəkin Rüstəmova. Bir-iki sual Aytəkin müəlliməyə verək. Bəli, müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun. Müəllimə, sizcə fəal təlim deyəndə nə başa düşülür? Fəal təlimdə necə bir müəllim iştirak etməlidir? Necə bir müəllim fəal təlimi təşkil edə bilər? Fəal təlim dedikdə müəllimə, yəni mövzuları əlaqələndirilmiş şəkildə keçməlidir müəllim mövzuları və fəal təlimdə ən çox uşaqların iştirakı olmalıdır. Müəllim çox qarışmamalıdır. Yəni elə bir imkan yaratmalıdır ki, uşaqlar özü kəşf edib inkişaf edə bilsinlər. Hər şeyi əlaqələndirə bilsinlər, inkişaf sahələrinə əsasən, didaktik prinsiplərə əsasən. Yəni bir növ biz uşaqlara imkan yaratmalıyıq. Aha. Bəs yaxşı. Burada hansı müəllimlə söhbət gedir? Burada yəni müasir müəllimlə, yəni tələb yönümlü müəllimə, tələb yönümlü müəllim, eyni zamanda demokratik müəllim, ən əsası demokratik müəllimlə söhbət gedir. Baxın, onu demişdim sizə. Müəllimin formaları var. Sizə düşə bilər. Baxın, demokratik bilməsəz bilməyəcəksiniz. Liberal var, avtokratik var, demokratik var. Demokratik nə idi? Uşağın fikrini nəzərə alan, uşağa yox cavabı deməyən. Müəllimlər, dediyim kimi dərsdən çıxmayın və YouTube-da hansı müəllimə bu dərsi izləyəcəksə sona qədər izləsin. İmtahana aid nə varsa sonda olacaq. Dərsdən çalışın, çıxmayın. YouTube-a da kaydı yerləşdirəcəm, amma söz vermirəm. Kayd keyfiyyətsiz də düşə bilər. Və ya hal-hazırda YouTube-a yerləşdirəndə kim bu videonu izləmək istəyirsə sona qədər izləsin. Mütləq şəkildə əsas testlər, izahlar, hər şey sondadır. Onda siz test bacarığınızın nə dərəcədə yüksək və aşağı olduğunu onda biləcəksiniz. Testi bir yerdə işləyəcəyik.
Demokratik müəllim işləyir. Fəal təlim odur ki, uşaq öz yaradıcılığını həyata keçirdə bilir. Öz bildiklərindən yaradıcı istifadə edə bilir. Əməkdaşlıq olur, idraki bacarıqlar olur, estetiklik olur. Ən əsası müəllimlə valideynlə əməkdaşlıq olur. Bunu da təşkil edən müəllim demokratik müəllimdir. Yaxşı, qeyd eləyin mənə. Valideynin hansı tipləri var? Məsələn, necə tip valideyn var vaxtada sizcə? Müəllimə pasiv valideyn var, narazı valideyn, intellektual Təkəbbürlü, valideyn. intellektual, aha. Bəli, biri də var idi. O Problemlərdən yadımdan çıxdı. qaçan valideyn. Hə, problemlərdən qaçan valideyn. Bəli. İndi sizə bir situasiya canlandıracağam. Siz hansı valideyn olduğunu deyin. Dərslərimizdə biz belə suallar veririk. Onda tam müəllimlər dərk edirlər. Çünki yenə də deyirəm, müəllimlər qayda düşmür imtahana. Situasiya düşür. Niyə qayda düşmür? Çünki mən gedib əzbərçiliyinə onu danışdım. Onun məktəbə qədər nə aidiyyatı var? Onu bir savadsız, ümumiyyətlə ixtisasa aidiyyatı olmayan bir insana da desəz, o da gəlib əzbərləyib deyər. Əsas odur ki, o bildiklərinizi siz doğrudan da tətbiq edə bilirsinizmi? Görən siz bir situasiyada necə rəftar edərsiniz? Görən oxuduqlarınızı həqiqətən də dərk edib praktikada istifadə etmək istəyirsinizmi kimi suallar əsasında belə suallar sizə veriləcək. Situasiya, məsələlər. Məsələn, mən qrupa şəkil atıram. Bir-iki dəfə ola bilər ki, məsələn, Sevinç xanımın valideynidir də, uşağı arxada düşür. Məsələn, 2 dəfə arxada düşür, amma bundan qabaq həmişə qaydasında düşüb. Və yaxud da dərs keçirəm, video çəkib atıram. Sevinç xanımın qızı, məsələn, videoda daha az düşüb, digərləri çox düşüb və hər zaman, amma bəzən olur ha bu, digər uşaqlarda da olur, tək Sevinç xanımın qızında olmur. Hər kəsin uşağı kimi onda da belədir. Amma Sevinç xanım həmişə qrupda mənə deyir ki, siz mənim uşağıma qarşı ayrı seçkilik edirsiniz. Niyə mənim uşağım şəkildə arxada düşür? Sizcə hansı valideyn tipidir bu? Bu narazı valideyndir, heç nədən razı Təfəkkürlü qalmır. valideyn. Yəni Təkəbbürlü yox, deyil, narazı nə valideyn. əlaqə? İndi izah edəcəm sonda. Yaxşı, belə bir sual da verim. Məsələn, valideyn deyir ki, uşağımı düzgün qidalandırmırsınız, başqa valideyndir bu. Uşağım evə ac gəlir, siz uşağıma düz baxmırsınız, dayə ilə, müəllimə ilə daima konfliktə girir. Sizcə? Bu təkəbbürlü valideyndir. Çünki necə deyim, çalışır ki, sanki işi öyrətmək istəyir də Yox, müəlliməyə, dayə. işin nəyini öyrətdim ki, müəllimə mən? Nəsə dedim ki mən? Demədim axı. Baxın, mən desəydim deyərdim, hə. Amma mən demədim axı işi belə görün. Dedim ac gəlir. Ancaq narazıyam. Problemlərdən qaçan da deyil. Narazı valideyn. Narazı valideyn. Bəli, bu da narazıdır. İndi təşəkkürlər Aytəkin müəllimə. Keçsin, mənə cavab versin Aytən Əzizova. Hərənizə 2 sual verim. Sonra onu izah edəcəm. Axşamınız xeyir olsun. Müəllimə, siz də deyin mənə. Bu hansı valideyn tipidir? Mən qrupa hansı ki tədbir planını atıram. Valideynlərdən biri deyir ki, ay müəllimə, bu şeir çox sadədir. Gəlin biraz bunu mürəkkəbləşdirək də. Çox sadə. Baxın, bu şeir daha yaxşı olacaq. Ay müəllimə, problemlərdən qaçan nə əlaqə? Məsəl Passiv. Yox, problemlərdən qaçan deyil. Yox, mən intellektual sualı təkəbbürlü. təkrarlaya bilərsiniz? Sualı Bəli, təkrarlaya səsləri bilərsiniz? bağlayaq. Davam edək. Səsləri bağlayaq. Mən yəni qrupa, həmin Aytən müəllimə, qrupa göndərirəm dediyim kimi, məsələn, ola bilər Səməniyə aid bir şey, başqa bir şey atır ki, bu çox sadədir. Bu mən 4-5 yaş, daha doğrusu 3-4 yaş qrupuna görə bu nədir ki, indi mən də yaşa görə atmışam da onu ki, 3-4 yaş qrupuna uyğun bu şeiri yaxşı bilər uşaq. Atıb ki, yox deyir, bu daha yaxşıdır. Onunla uşaq heç nə yadında qalmayacaq. Müəllimə çox sadə verirsiniz hər şeyi. Mənim uşağım necə belə məktəbə hazır olacaq? Ondan sonra bunu öyrədin. Qrupa atır. Sonra bir nəsə tədbiri yenidən təşkil eləmək istəyirəm, dizayn verirəm otağa, deyir, ay müəllimə, məsələn, o Səməni orada yox, orada olsun və yaxud da ki, qrupun dizaynına qarışır. Sizcə bu hansı valideyn tipidir? Chatda yazın, baxıram müəllimlər, oxuyuram. Davam edək. Aha. Dediyim kimi, yəni mən nə atıram, özü mənə yol göstərir. Mən nə atıram, yol göstərir. Sizcə hansı valideyn tipidir? təkəbbürlü müəllimə yol göstərir. Müəlliməyə yol göstərirsə, Təkəbbürlü intellektual. bu artıq təkəbbürlü intellektualdır. Sonda izah verəcəm. Düzdür. Təşəkkürlər müəllimə. Çox sağ olun müəllimə. Sağ olun. Səsi açsın Süleymanlı Aysel. Müəllimə, axşamınız. Axşamınız xeyir olsun. Müəllimə, mən valideynə deyirəm ki, övladı haqqında qeyd edirəm ki, valideynə
övladınızda məsələn 3 yaşından sonra bilinir də autizm, düz deyil? Autizm 3 yaşından sonra. Problemdən qaçan valideyn. Avtomatik tapsız cümləni sonlandırmamış. Yaxşı, başqa bir nümunə deyirəm. Bəli, müəllimə. Bəli, autizmi dedik. Məsələn, ola bilər qrupumda görürəm ki, uşağın nitqində ləngimə var və yaxud da uşaq içinə qapanıqdır. Valideynə bildirirəm ki, gəlin daha uşağın üzərinə düşək, maraqlanaq. Deyir, yox, ay müəllimə deyir, narahat olmayın, bu uşaq sizin yanınızda utanır, evdə inanın ki, cəhcəh vurur. Məsələn, sizcə hansı valideynə aiddir? Belə deyim də. İndi internet düzəldi müəllimlər, narahat olmayın. İnternet düzəldi indi. Təkəbbürlü valideyn, məsələn, öz fikrini daha üstün bilir də müəllimin fikrindən. Yox. Təkəbbürlü Yoxsa bu da elə problemdən qaçan valideyn. Problemdən qaçan valideyn. İndi onların açar sözlərini sizə izah edəcəm. İndi sizə onların açar sözlərini izah edəcəm. Bir dənə situasiya canlandırım. Məsələn, mən valideynə deyirəm ki, əziz valideyn, uşağınız tez-tez tərləyir, immuniteti zəifdir. Onun üçün geyimlər qoyun əlavə. Dayəyə deyir, mən deyirəm, elə eyni. Uşaq sabah gəlir yenə də, halbuki bunlarla çox valideyn rastlaşır. Yenə də eyni paltarını. Məsələn, bu gün tərli paltarını qoyubsa, sabah yenə də tərli paltarını göndərir. Sizcə hansı valideyn tipinə aiddir? Pasiv valideyn. Eynən, hansı ki pasiv valideyn? Hansı valideyndir? Belə məsuliyyətli tərəf, yəni sən pedaqogsan, yəni sənin işindir bu. Yəni belədir, bəli, yəni passivdir də, heç nə ilə maraqlanmır, uşaq ilə maraqlanmır. Bəs yaxşı, mən valideynə deyirəm ki, bu gün uşaqlarla 3 dairəsini öyrətmişik, siz də 3 dairəsini hesablama əməliyyatlarını öyrədin, daha da möhkəmlənsin məişətdə. Deyir, yox, ay müəllimə, nə ehtiyac var, nə yaxşı var ki onun, öyrənəcək, heç nə olmaz, elə siz öyrədirsiniz, o bəs eləyir. Hansı valideyn tipidir? Yenə pasiv valideyn müəllimə. Yenə pasiv. Bəli, bir növ ona deyirik tənbəl valideyn də. Özü maraqlanmır. Düzdür. Baxın müəllimlər, indi mən bu 3 kateqoriyanı sizə izah etmək istəyirəm. Nə situasiya düşürürsünüz tapa biləcəksiniz. Baxın, pasiv valideyn deyəndə ancaq siz ona iş tapşırırsınız, deyir, heç nə olmaz və ya deyirsiniz ki, ay valideyn, bunu yaz, gətir və yaxud da bir dənə tədbir təşkil edirsiniz, əziz valideyn, siz də bir əl işi, görürsünüz ki, yox da qatılmır, ay müəllimə, bacarmıram, ay müəllimə, eləyə bilmirəm, elə nə deyir desin, belə yola verir sizi. Və yaxud da uşağa haqqında deyirsiniz, bu şeiri öyrədin, sabah tədbir var. Görürsünüz, uşaq sabah eyni vəziyyətdə üst-üzə gəlir. Ay müəllimə, işim var idi, elə siz öyrədirsiniz də, o sizin işinizdir, elə siz maaş alırsınız da ona görə bu kimi ifadələr işlədirsə, bu pasiv valideyndir, elə bütün işi üstümə atır. Əgər cümlədə görsəz ki, bütün işi üzərinizə atırsa, maraqlanmırsa uşağı ilə bağlı, sizlə davaya getmir ha. Baxın, davaya gedən valideyn, o valideyn davaya getmir heç vaxt. Çünki davaya getsəydi, tələbkar olardı uşağına qarşı. Sadəcə məsuliyyətsizdir, maraqlanmır. Geyimi ilə, yeməyi ilə, içməyi ilə, hətta görürsünüz ki, üzü kir içində gəlir. Heç uşağın üzünü yuyub göndərmir. Siz əslində o valideynə siz zəng eləyirsiniz ki, uşağınla maraqlan. Bir dəfə zəng elə, bir dəfə soruş deyirsiniz. Yəni şəxsən mənim qrupumda elə bir valideyn olub, yəni mən davamlı soruşmuşam ki, siz özünüz maraqlanmalısınız, mən sizə zəng etməli deyiləm. Siz özünüz məni axtarmalısınız. Baxın, əgər görürsünüzsə, valideyn passivdirsə, maraqlanmırsa, qrupa vəsait atırsınız, alın, gətirin deyirsiniz, alıb gətirmir. Artıq nə edirsiniz? İstər-istəməz siz də əsəbləşirsiniz. Bu pasiv valideyndir. Gah deyəcək yadımdan çıxıb, gah deyəcək ehtiyac yoxdur, heç nə olmaz, elə nə öyrədirsiniz, onunla öyrənsin. Ancaq, belə deyim də, tənbəllik eləyir, maraqlanmır. Nə də sizlə davaya getmir. Bu valideyn tipi passivdir. Nümunədə görsəz, götürürsünüz passivə. İndi isə keçək. Hansı ki, narazı valideynə. Narazı valideyn, mən yenə də deyirəm, qrupumda da olub, şəkil üstündə ən çox. Məsələn, şəkil atırsınız qrupa, uşaq arxada qalır. Ay müəllimə, mənim uşağım niyə arxadadır? Ay müəllimə, niyə mənim uşağıma qarşı arsiçkili edirsiniz? Və yaxud da qoydunuz qırağa. Bir dəfə qabaqda oturub, bir dəfə arxada. Niyə mənim uşağımı arxada oturtmuşsunuz, ay müəllimə? Uşaq oradan heç nəyi görmür axı. Uşaq oradan sizin izahlarınızı görmür axı. Və yaxud da keçirsiniz qırağa, şəkil atırsınız. Müəllimə, o uşağın ayağında niyə damaşniki yoxdur? Ay müəllimə, o uşaq axı damaşnik. Mən onu demişdim ki, uşağa soyuq olar damaşniklə göndərin. Ay müəllimə, mənim uşağıma daima əyninə paltar geyindirin, isti olsun, tez-tez o tərləyir. Siz əyni başını belə deyim, açırsınız, ümumiyyətlə uşaq xəstə gəlir. Sağlam göndərirəm, xəstə gəlir. Xahiş edirəm, yəni diqqət yetirin və yaxud da ki, sizlə bəzən davaya çıxır. Baxmırsınız uşağıma, heç nə öyrətmirsiniz, uşağım ac gəlir, müdirə, təhsil sektoruna gedib şikayət eləyir. Budur narazı valideyn. Uşağı üçün çox şey tələb edir, lazımsız çox şey tələb edir. Müəlliməyə ilə dayəyə güvənmir. Deyir, onlar heç nə bacarmır.
Onlar mənim uşağıma yaxşı baxmır. Narazıdır, ancaq narazıdır. Bu narazı valideyndir. Təkəbbürlü intellektualın açar sözü budur ki, o valideyn sizə ancaq iş öyrədəcək. Sizin dedikləriniz qalacaq qıraqda, ancaq özü sizə yol göstərəcək. Məşğələnizi də alacaq əlində ki, məşğələ belə keçirilməlidir, elə keçirilməli deyil. Siz bir plan atırsınız qrupa, deyir, onu keçməyə bunu keçək. Ona ehtiyac yoxdur hələ. Və yaxud da ki, o bəsit bir şeydir. Gəlin bunu keçək. Qrupa bir, belə deyim, dediyim kimi bayaqki kimi bir plan atırsınız. Deyir, müəllim, ondan sonra gəlin bunu öyrədək də. Artıq siz bu zaman onunla konfliktə də gedə bilirsiniz, amma bu zaman artıq ciddi bir münasibət qoyulmalıdır araya. Təbii ki də müəllimlər, valideynlərin təhlil və təkliflərini biz nəzərə almalıyıq, sözsüz ki. Amma çərçivə daxilində o təklif irəli sürə bilər. Amma yekun qərar mənim olmalıdır. Çünki qrupun rəhbəri mənəm. Hər valideyni mən istəyini nəzərə alsam elə şey olur. Ümumi toplayıram əqli hücum kimi hər kəsin ideyasını, təhlil, təklif, sonda bir ortaq məxrəcə gəlirəm də. Amma bu valideynlər təkəbbürlü intellektual özünü sizdən savadlı hesab edən valideynlərdir. Deyir, müəllimə heç nə bilmir də, bağça müəlliməsidir də, o düz öyrətmir, ondansa bunu öyrətsin. Bu kimi müəllimlər təkəbbürlü intellektualdır. Adətən dərs prosesində, digər proseslərdə sizə yol göstərir. Elə olmasın, belə olsun deyir. Belə nümunələr görsəz ki, nəsə iş öyrədir, götürürsünüz təkəbbürlü intellektual valideyn. Sonra problemlərdən qaçan valideynin açar sözü ancaq xəstəliklərdir, narahatlıqlardır. Əgər uşağın narahatlığını, xəstəliyini gizlədirsə, problemlərdən qaçan odur. Adətən problemlərdən qaçan valideyn budur ki, istəmir ki, özündən pul çıxsın. Başa düşürsünüz? Mən belə açar söz kimi qeyd edeyim deyərəm. Yəni, nəyə görə problemlərdən qaçan ola bilər ki? Yəni, istəmir ki, xəstəlik üzə çıxsın, kimdir deyir, onunla məşğul olan, kimdir onu müalicə eləyən, bu kimi fikirlə heç bildirmir də. Deyirsiniz ki, məsələn, autizm spektri adətən 3 yaşından bəlli olur da. Uşaqlarda autizmin, o deyirlər, təsdiqi 3 yaşında qoyulur. Amma müəllimi ola bilər ki, indi təcrübəlidir, praktikdir. Deyir ki, 2 yaş yarımda hiss eləyir bunu və valideynə deyir ki, əziz valideyn, indi burada biraz səssiz danışıram. Yəqin ki, cümlələrimi başa düşürsünüz, çünki vaxt darlığıdır ona görə. Sonra ekran kaydına baxarsınız, ödənişli dərslərdə belə danışmıram, sadəcə burada vaxt darlığı var, həm də test işləyəcəyik. Baxın, bəli, 4 tipi var valideynin. Problemlərdən qaçan valideyn. Baxın, problemlərdən qaçan valideyn adətən xəstəlikdir, qeyd elədiyim kimi. 2 yaş yarımlıq uşaqda müəllimə indi sezib ki, bu uşaqda autizmə aid bir əlamətlər var da, hiss eləyir. Davranışında, özünü çırpmağında, göz kontaktı qurmamağında təxmini valideynə deyir ki, digər uşaqlarla bir var valideyn müəllimlər evdə 2 uşağa baxsın, istər-istəməz onu tam dərk eləyib eləmir də bu uşaqda narahatçılıq var ya yoxdur. Eləsi var təcrübəlidir, eləsi var təcrübəsizdir. Amma müəllim qrupda 20, 19, 18 uşaq içərisində müşahidə aparır. Bu müşahidə daha böyük miqyaslı müşahidədir. Baxır, nəticəyə gəlir. Görür, 19 uşaqdan tutaq ki, 18-i belədir, bu uşaq tamam fərqlidir. Artıq görür ki, bu uşaq həqiqətən də hamısından fərqlənir. Amma evdə, ailədə bunu hiss etmək olmur axı. 2-3 uşağın içərisindən tam bir nəticəyə gələ bilmirsən axı. Bunu da valideyn müəlliməyə, daha doğrusu müəllimə valideynə bildirir. Valideyn deyir ki, ay müəllimə sizin yanınızda elədir. O mənə imkan vermir. Ora dırmaşır, bura dırmaşır. Çox nadinc uşaqdır, susmur o, çox danışır. Sizin yanınızda elədir. Və ya deyirsiniz ki, sənədlərini gətirin, sağlamlıq haqqında gətirmir. Gah deyir itib, gah deyir yoxdur. Ümumiyyətlə narahatlıqdan, xəstəlikdən nəsə görsəz bilin ki, problemlərdən qaçan valideyndir. Valideynin 4 tipi var. Problemlərdən qaçan, narazı, passiv, bir də hansıydı? Təkəbbürlü intellektual. Təkəbbürlü. Təşəkkürlər. Səsi açsın Ağbəniz müəllimə. Eşidirəm müəllimə, buyurun. Axşamınız xeyir olsun. Müəllimə, sizcə bir valideyn bağçaya necə bir köməklik edə bilər sizin düşüncənizdə? Məsələn, nə kimi köməkliyi ola bilər? Həm də bu müsahibə suallarda unutmayın. Bağçaya müəllimə, yəni ki, dövlət tərəfindən ola bilir də hərdən məsəl üçün dərs vəsaiti lazımı qədər verilmir. Onda məsəl üçün valideynlərdən xahiş edə bilərik ki, bu sizin uşaqlarınız üçündür də bu vəsaitlər. Xahiş edirik, yəni ki, vəsait almaqda bizə yardım eləyəsiniz. Yəni ki, həmin vaxt vəsait müəllimə qətiyyən valideyndən pul tələb eləmək olmaz. Qətiyyən. Yox, vəsaitin özünü Bəli, dedim müəllimə. vəsaitin özünü təbii ki də demək olar. Yəni bu vəsaiti gətirin, məşğul olaq. Təbii ki, onu biz alası deyilik ki, onu əgər dövlət də vermirsə, o sahə üzrə əlavə məşğuliyyətdirsə, onu valideyn özü ala bilər. Valideyn pul verib, resurs gətirib sizə verə bilər, amma pulu verə bilməz. Pul alırsınızsa, artıq o qanunçuluq orada pozulur. Tutaq ki, müəllimə, məsəl üçün
gəzintiyə mi gedirik, ekskursiya mı gedirik? Müəyyən vaxtlarda məsəl üçün uşaqların eləsi var ki, elə bir atasının məsəl üçün elə bir avtomobili var da, avtobusu var. Məsəl üçün xahiş edirik ki, məsəl üçün uşağı filan yerə gəzintiyə aparaq. Bəli, bəli. Burada artıq siz valideynlərlə əməkdaşlıqla bu nəticəyə gəlirsiniz də. Valideyndən xahiş edirsiniz, sizi aparır. Yəni artıq orada siz pul yığın, pul verin. Bu kimi proseslərə siz daxil olmalı deyilsiniz. Siz sadəcə valideynlər sizə kömək edir, bir yerdə siz onları gəzintiyə də aparırsınız, ekskursiyaya da, təbii ki də. Yəni valideynin istəyi olmaqla, valideynin maşını varsa sizə köməklik eləmək istəyirsə ayrı. Əməkdaşlıq nədir? Sizə kömək eləyir də, yəni təkcə bütün yükü sizin üzərinizdə atmır. Və eyni zamanda, məsələn, valideyndən xahiş eləyə bilərsiniz ki, ola bilər ki, yaradıcılığı var. Valideynlərdən biri rəssamdır və ya gözəl tikiş qabiliyyəti var, gözəl əl işləri düzəldir. Bu zaman rəssamlıq bacarığı varsa tədbirlərdə çağırırsınız. Məsələn, yeni il bayramında Şaxta baba çəkir, qarğız çəkir. Bunları qəşəng çəkir, sizin üçün nümayiş etdirir. Bu nədir? Bu hansı oldu? Əməkdaşlıq. Bu əməkdaşlıqdır və bəzən ara sıra ehtiyac olduqda müəssisəyə köməklik eləyir, müəlliməyə köməklik eləyir. Bəli, müəllimə. Düzdür. Elə olur ki, məsəl üçün hardasa paltar yuyan maşın xarab olur. Məsəl üçün elə valideyn var, ustadır. Deyir ki, paltar yuyan maşını xahiş edirik, düzəldə bilərsənmi? Elə olur ki, lap özü hardasa ona aid bir zapças da alıb gətirib, düzəldib təhvil verir, gedir. Və kombim xarab olur. Bəli, amma siz, bəli, valideyindən pul tələb eləsəz, burada artıq birbaşa qanunçuluq pozulur. Qətiyyən pulu götürməyin. Baxın, valideyn gedər müəssisə üçün nəsə bir gözəl bir əşya alıb gətirə bilər, pul verib alıb, amma öz könlündən keçib alıb. Siz onu desəz, artıq burada qanunçuluq pozular. Sizin işdən azad olunmağınıza qədər gətirib çıxardar. Söhbət sizdən getmir. İndi nümunə olaraq deyirəm. Arada özümdən deyirəm, mən nümunə olaraq. Yəni lap belə mən də istəsəm, mənim də işdən azad olunmağıma qədər gətirib çıxarda bilər. O qanunçuluq orada pozulur. Fond pulu olmaz. Aha. Müəllimlər, necə ki, müəllimlər günündə pul alınırsa qətiyyən olmaz. Hədiyyə də ki, maddi cəhətdən bahalı hədiyyə olmamalıdır müəlliməyə verilən hədiyyələr. Əlbəttə ki, könlündən keçir, bir gül gətirirsən, bir şokolad gətirirsən, bir ətir gətirirsən. Bu hədiyyə, yəni təbii ki də dediyim kimi rüşvətə getmir. Bu könlündən keçir. Amma yox, qızıl alırsan, zinət əşyası, pul yığıb verirsən, bu təbii ki də artıq rüşvətə gəlib çıxardır. Bahalı hədiyyələr olmaz. Həyətdən bu ki, şokolad, gül, bu kimi hədiyyələr, yüngül. Müəllimə, bizim valideynlərdən müəyyən vaxtı 8 martda hansısa pul təklif eləyib, ancaq bizim tərbiyəçilər onu qəbul eləməyib. Yəni ki, götürməyib. Bəli, olmaz. Pul artıq birbaşa rüşvətə gedir. Elə var ki, Ayda müəllimə, elə valideynlər də var ki, onlar elə daimi özləri könüllü, məsələn, tərbiyəçilərlə də bağça ilə əməkdaşlıq edirlər. Bəli. Özləri könüllü. Yəni biz hədiyyəni qətiyyən öz dilimizdə işləyə bilmərik. Yəni mümkün deyil. Orada artıq dediyim kimi qanunçuluq pozulur. Belə. Müəllimə, müəyyən vaxtı dipçəklərdə deyirəm, məsəl üçün, ay uşaqlar, kimin gözəl gülü var evdə? Da mamalarınıza deyin, gül gətirsinlər. Görsən, dipçəkdə gül gətirirlər. Bağçanın aynaları. Bax, belə əməkdaşlıq eləyirik. Düzdür. Təşəkkürlər müəllimə. Səsi açsın. Çox sağ olun müəllimə. Sağ olun. Cəmilə Süleymanova. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Müəllimə, siz də 2 suala cavab verin, sonra keçək müəllimlər testlərə. Gələn dəfə sual-cavab günü ya test günü elan edərik. Onsuz ki, testləri izah edərkən də zaten biz bütün inkişaf sahələrimizə, bütün dərsliklərə toxunacağıq. Bir də siz mənə bu sualıma cavab verin. Hansı iş forması uşaqlarda ən yaxın əməkdaşlığı formalaşdırır? Cütlərlə iş forması ən yaxın əməkdaşlığı formalaşdırır. Həmçinin burada bir-birinin qarşısında öz məsuliyyətini dərk etmələri də olur, empatiya hissi olur. Düzdür. Bir də bunu deyin, hansı iş üsuludur ki, məktəbə hazırlıqda istifadə olunur? Hansı iş üsulundan? Burada müzakirədən... Yox, böyük qrup məktəbə hazırlıqdadır müzakirə. Amma klaster sırf məktəbə hazırlıqdadır. Klaster, bəli. Düzdür. Aha, təşəkkürlər. Müəllimlər, indi səsləri bağlayaq, keçirik testə. Heç kim testdə səsi açmasın. Mən özüm ara sıra sizə deyəndə ümumi bir cavab deyin, səsləri bağlayın. Bilən cavab versin, bilməyən müəllimlər dinləsin ki, öyrənə bilsinlər. Xaos yaransa özüm izah edəcəm. Çünki burada müəllim çoxdur, yəni ümumi bir yerdə izah etmək çətin olur. Testi başladıram.
Bəli, yaza da bilərsiniz. Müəllimlərin çoxu yazsınlar. Yəni səs açmasanız məncə də daha yaxşı ola bilər. İzah edim. Səsi açmayın. Aşağıdan yazın, mesajlarınızı da oxuyacağam. Siz yazın. Burada Mart qrupundan olan müəllimə yoldaşlardan kimsə varsa səs eləsin, zəhmət olmasa. Bəli, mən buradayım. Əhmədova Flora. Mən də buradayım. Salam Flora müəllimə. Salam, salam. Səhv eləmirəmsə Mətanət müəllimənin səsi ilə biz gəlir. Müəllimlər, aha, müəllimlər səslərə diqqət yetirək, zəhmət olmasa. Aha, səsləri bağlayaq. Bəli, hansı müəllimə soruşurdu burada Ayda müəllimənin qrupundan olan müəllimələr varmı? Bəli, burada elə hardasa 70-80-ə yaxın öz müəllimələrimdir, yəni mənim gördüklərimə görə. Çünki ödənişli qrupumdan olan müəllimələr də burada qoşulub, bir neçəsi 70-80-ə yaxın. Müəllimə, çox üzr istəyirəm. Bir ödənişli qrupunuzda maksimum nə qədər müəlliməniz olur? Müəllimə, belə deyim də, müəllimə sayının inanın ki, dərsə heç bir mənfisi olmur. Yəni müəllim sayına görə dəyişir. Yəni standart say olmur, amma aşırı çox da müəllim götürmürəm. Təbii ki, əgər o qrupda müəllim sual-cavab olunacaqsa, rahat belə deyim, dərs izahında iştirak edəcəksə, müəllim sayının bura heç bir dəxliyyatı yoxdur. Əgər yox, inanın 5-6 müəllim olan qruplarda mən tanıyıram başqa təlimçilər. Effektli nəticə görən müəllimə görməmişəm. Mənə müəllimlərin çoxu gəlir, deyir 5-6 dərs keçib filan müəllimə də 5-6 müəllimə ilə bir yerdə olmuşuq. Gedib imtahanda yığmışam 31 bal. Yəni fərdi məşğul olub da belə baxanda. Əslində diskussiya olan bir qrupda burada olan müəllimlərim görür. Elə burada ödənişli müəllimlərim çoxdur. Səslərini açıb bildirə də bilərlər. Yəni dərslərimiz daha yaxşı keçir. Həqiqətən. Ayda müəllimə bizi öyrədir. Bizim özümüzdən çox şey asıldı. Bəli, həm də ki 2 saat davam eləmir də hamıya ayrı-ayrılıqda nə qədər lazımdır sual verilir. Bəzən 12-yə, 1-yə çəkir dərs. 12-yə, 1-in yarısı. İnanın ki, ödənişli qrupdan Ayda müəllimə, yəni ayrı seçkilik prinsipi qoymur qətiyyən. Müəllimlər, bəli, ümumi olaraq da belə deyim, qeyd elədiyim kimi, yəni söhbət belə deyim də sizə, necə ifadə edeyim. Yəni siz o 5-6 müəlliməlik olan bir qrupda da zəif nəticə yığa bilərsiniz. Hər şey sizdən asılıdır. Amma diskussiya olan bir qrupda iştirak edirsinizsə, nəticəniz yüksək olacaq. Hər kəs öz təcrübəsini bölüşəcək sizinlə. Belə. Bəli, may qrupunda 47 bal toplayan müəllimə buradadır, İlahə müəllimə. Aha, başlayaq. Hələ o düz əməlli qoşulmamışdı müəllimə. Yəni qeyd elədiyim kimi yaxşı nəticə toplamaq istəyən müəllimlər 4 aylığa qoşulsunlar. İndi isə vaxt itirmədən başlayaq müəllimlər testimizə. Testlərə açın. Təşəkkürlər xoş sözləriniz üçün. Ümid edirəm ki, təbii ki də yenə də deyirəm, hər bir müəllimdən fərqlidir. Elə müəllim var, başqa müəllimi yaxşı başa düşür, mənim də ola bilər ki, fərqliliyi görə bilər. Elə müəllim də deyir ki, yəni çox dərinliyinə qədər izah edirsiniz, sizinlə davam eləmək istəyirəm. Yəni keçən ilin yanvarından bəri daima məndən hazırlaşan müəllimlər var ki, qətiyyən çıxmayıblar. Elə müəllimə də var ki, 2 ay, 3 ay hazırlaşıb, məndən sonra gedib bir neçə təlimçi ilə hazırlaşıb və yenədən mənə geri dönüş edib. Çünki müəllimdən müəllimə çox şey asılıdır, sizdən də asılıdır. Yəni demirəm, siz mənim nitqimi biləcəksiniz, mənlə davam edə bilərsiniz. Xeyr, sizdən asılıdır. Hər kəsin öyrənmə tərzi fərqlidir. Necə ki deyirik, Vako. Eyni zamanda da müəllim seçimində də fərqlidir. Hər kəsin nitqi, kiminsə nitqi kiməsə xoş gəlirsə, o müəllimlə davam edir. Başlayaq. Baxın müəllimlər, məntiq testlərimizdən elə biri budur. Deyir ki, Əli, aşağıda yazın, oxuyacağım. Əli gün ərzində oyuncaq ayı ilə oynayırdı. Bu zaman Samir gəlib əlindən ayını almaq istəyəndə səslər. Burada deyir ki, Əli gün ərzində oyuncaq ayı ilə oynayırdı. Bu zaman Samir gəlib əlinin əlindən ayını almaq istədi. Yəni o da oynamaq istəyirdi. İndi bir dənə ayı var. Oyuncaq ayı var qrupda. Və bu zaman Əli onu itələdi və aralarında konflikt yarandı. Konflikt sözünü bilməyən müəllimlər ola bilər. Xırdalığa qədər izah edim. Konflikt qarşıdurma mübarizədir, davadır. Sizcə tərbiyəçidir, bu zaman nə etməlidir? Bu bilirsiniz hansı mövzuda yer alır? Konfliktlərin həlli yer alır qayda gözlənti prosedur mövzusunda. Sonda yəni konfliktləri necə həll edərsiniz? Yəni qrupun effektiv idarə edilməsi mövzusundadır da bu hissə. Burada deyir ki, uşaqlara qarışmalı deyil, çünki uşaqlar öz problemlərini özləri həll etməlidirlər. Baxın müəllimlər, 2 uşaq dalaşır. Mən bunu Telegramda da izah etmişəm. Telegram kanalında olmayanlar yazar, əlavə edərəm qruplara. 2 uşaq dalaşır. Mən necə onları qoyub kənara çəkilim ki, özləri həll eləsin öz problemlərini. Bunlar yekə uşaq deyirlər ki, baxın bir neçə müəllim onu götürüb 15%.
Yəni qətiyyən mən bu prinsiplə yanaşmalı deyiləm. Uşaqdır, o onu itələdi, gedər başı tinə dəyər, oyuncağı vurar başından, gedər dişləyər, üzünü cırmaqlayar. Qətiyyən deməyin ki, uşağı öz başına buraxmaq lazımdır. Xeyr, konflikt zamanı adi bir-biri ilə itələmə olmasa belə, pis sözlər də olsa yenə də müəllim müdaxilə etməlidir. Çünki axırı yaxşı olmaya bilər. Ona görə də o düzgün deyil. Nə etməlidir? Baxaq, oyuncaq ayını hər ikisinin əlindən almalı və onları yerlərində əyləşdirməlidir. Bunu yazan müəllimlər. Xeyr, hal-hazırda görürəm. Düzgün deyil. Çünki mən dövlətin verdiyi oyuncaq ayını uşağın əlindən ala bilmərəm. Bunu mənə dövlət verib, bir dənə də verdi, bir dənə də versə, 5 dənə də versə o qrup daxilində qalmalıdır. Mən onu qrupdan xaric eləsəm, bu dövlətə zidd bir hərəkət olmuş olar və bu zaman mən problemi həll etmiş sayılmıram. Sabah başqa oyuncaq üstündə də dalaşa bilərlər. Bu problemi həll etmədim axı. Oyuncağı dediyim kimi bir ədəd olduğu üçün qrupdan xaric etməlidir. Baxın, bayaq dediyim cümlə, qrupdan xaric etmək olmaz. Bir də uşaqların əllərindən oyuncağı alıb uşaqları otustururamsa, burada da problemi həll etmirəm. Yenə də uşaqlar bir-birlərinə qarşı kinli qalırlar. Sonra baxın, deyir ki, orada oyuncağı Əlidən alıb Samirə verməli və Əliyə Samiri itələdiyi üçün cəza verməlidir. Biz uşaqlara necə yanaşırdıq? Demişdik, əgər uşaqlar bir-birləri ilə dalaşırlarsa, gedirdik konfliktlərin həllində. Onların fikirlərinə hörmətlə yanaşırdıq. Hər iki tərəfi biz dinləməliyik. Əli nə deyir, Samir nə deyir? İndi məlumatsızam da gəlib birbaşa o onu itələyibdir deyə digər uşağa cəza verməli deyiləm ki, ümumi nəticəyə gəlirəm. Görürəm ki, burada oyuncaq üstündədir dava, nəsə bir metod tətbiq etməliyəm ki, dava olmasın. Nə edirəm? Adətən bir oyuncaq varsa, oyuncaq üstündə davalar varsa, mətbəx taymerindən istifadə etmək daha yaxşıdır. Nədir taymer? Vaxt deməkdir. Qum saatı ola bilər. Qoyursunuz, Əliyə deyirsiniz ki, məsələn, bu vaxt bitənə qədər sən oyna, sonra Samirin hüququdur. Bu zaman uşaqlarda hüquqlar da formalaşır. Uşaqlar öz hüquqlarını bilir, digərlərinə hörmət etməyi bilir səriştələrimizdən. Yəni, bu ancaq mənim də deyə bir şey anlayışı olmur uşaqlarda. Yəni, bu bir dənə kukladırsa, hər bir uşağın oynamaq haqqı var. Və digər uşaq da bilməlidir ki, tək mən yox, digər uşaqlar da oynamalıdır. Yəni, bu problemi həll edir mətbəx taymeri, amma digərlərində yox. Belə. Sonra keçək digər testə. Baxaq. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsinə aid olmayan variantı tapın. Fiziki inkişafın neçə standartı var idi? 3 standartı var idi. 3 standartı birinci fiziki hərəkətləri yerinə yetirir, ikincisi masa mədəniyyəti, hansı ki, eyni zamanda masadan əlavə gigiyena var idi, özünə xidmət var idi. 1.2 standartında, 1.3-də isə artıq təhlükəsizlik idi. Burada deyir ki, Emil hər zaman yatağını özü düzəldir. Öz paltarlarını səliqəli, belə deyim, toplayıb dolaba yığır. Özünə xidmətdir də adı üstündə. Öz paltarını yığır, öz yatağını yığır. Bu nümunə olaraq da alt standartlarda var. Mən öz müəllimlərimə alt standartları tamamilə dərindən öyrətmişəm. Yəni unutmayın, bütün mövzular gəlir alt standartda toplanır. Alt standartı bilmirsinizsə, bilin ki, digər mövzuları seçinədir artıq. Çünki sabah siz situasiyanı yaza bilməyəcəksiniz və ən əsası, əgər alt standartlar önəmsiz bir hissə olsaydı, onu biz bağçada tətbiq etməzdik. Bütün mövzumuzu alt standartla biz əlaqələndiririk. Demək ki, alt standart önəmlidir də. Mən birinci onu bilməliyəm də. Müəllimlərin çoxu deyir ki, müəllim o çox uzundur, öyrənə bilmirəm. İnanın ki, onun metodu var, öyrənmək metodu. Dərindən başa düşdüksə kifayət edir, heç əzbərləməyə ehtiyac olmur. Əgər onu bilirsinizsə, bilin ki, bütün mövzuları rahatlıqla əlaqələndirib geniş miqyaslı cavab yazmaq olur. Əgər öz paltarını yığırsa, öz yatağını yığırsa, söhbət gedir, qeyd elədiyimiz kimi fiziki inkişafdan. Amma deyir ki, orta qrupda Səbinə hər zaman gəzintidən qayıtdıqdan sonra əllərini sabunla yuyur. Müəllimlər, sabunla yumağa, əgər uşağın sərbəst yumağından söhbət gedirsə, orta qrupdan etibarən başlayır sabunu yumaq, sabunla əllərini yumaq. Amma birinci, ikinci kiçik qrupda biz uşaqlara kömək edirik. Birinci kiçik qrupda kömək edirik, ikinci kiçik qrupda uşaq bizim nəzarətimiz altında yuyur. Çünki onu şokolad görə bilər. Qətiyyən o zaman gigiyena götürməyin. Onda götürəcəksiniz təhlükəsizlik. Əgər 1-2-3 yaşlı uşağa sabun verilirsə. Situasiyadan situasiyaya fərq var. Elə sabun görən kimi gigiyenaya qaçmayın. Sonra yəni bu da bizim fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəmizə aid oldu. Mədinə müəlliməsi və yoldaşları ilə bir yerdə bağçanın həyətində ağaclar əkdi. Baxın, burada nədir? Kollektiv. Bu nədir? Əmək. Ağac əkir də əmək və yaxud da ev təmizləyə bilərlər və yaxud da ki, təbiətdə bir iş görə bilərlər, təsərrüfat işləri görə bilərlər, əl əməyi sərgiləyə bilərlər. Bu əmək aid olur estetik və yaradıcıya. Amma özünə xidmət bir mənalı şəkildə fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyə aiddir.
Sonra cavab yəni oldu hansı ki C variantı. Səid zəlzələ zamanı vəziyyətə uyğun hərəkət etdi. Zəlzələ varsa təhlükə var. Təhlükə varsa fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyə aiddir deməkdir. Baxın, Samirə köynəyinin düymələrini, ayaqqabısının bağını özü bağlayır, yeməyini özü yeyir və salfetdən istifadə edir. Samirə hansı yaş qrupundadır? Onda hansı inkişaf sahəsi, hansı didaktik prinsip formalaşıb? Baxın, biz uşaqlara yaş qruplarına görə fəaliyyətlər verməliyik. Yəni mən ikinci kiçik qrupda, orta qrupda olan uşağa çəngəl verməli deyiləm. Çəngəl məsələn başlayır böyük qrupda, nümunə olaraq onu deyirəm sizə. Yəni çünki əgər mən yaş qrupunu bilməsəm, alt standartı öyrənməsəm, gedib onu səhv götürəcəm. Amma alt standartı bilirəm deyə İstərseniz məntiqlə də dərk eləyirəm də, amma bilməsəm deyərəm, hə də 2 yaşından öyrədilməlidir uşağa deməliyəm. Xeyr, çəngəl təhlükəlidir. Təhlükəli olduğu üçün 4-5 yaş qrupundan etibarən öyrədilməlidir. Böyük qrupdan öyrədilməyə başlanılmalıdır. Bu da alt standartlarda yer alır. Siz əgər o alt standartları bilsəniz, bağçada fəaliyyətinizi də düzgün qurarsınız. Bir dəfə öyrənəcəksiniz, yaxşı öyrənəcəksiniz. Köynəyinin düymələrini, ayaqqabısının bağını bağlamaq alt standartlarda qeyd olunur 3-4 yaşında. 3-4 yaşında ilin əvvəlindən ilin sonuna qədər biz uşaqlarda formalaşdırmalıyıq. Həm ayaqqabının ipini bağlamağı, həm köynəyin düyməsini. Demək ki, uşaq 3-4 yaş qrupundadır. Burada da çaşdırıcı yaş qoymuşam. Nümunələr eynidir. Bir dənə yaşı fərqli qoymuşam. Müəllimlər bərabərə götürüblər. Bəzisi 45% olub, bəzisi də 46%. Baxın, deyir 4-5 yaş fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, şəxsiyyət yönümlülük. Didaktik prinsip olaraq şəxsiyyət yönümlülüyüdür. Niyə bilirsiniz? Zəruri həyati bacarıqlar şəxsiyyət yönümlülüyüdə yer alır. Əgər bir uşaq özü yemək yeyə bilmirsə, əgər bir uşaq ayaqqabısını geyinə bilmirsə, köynəyini düymələyə bilmirsə, onda zəruri həyati bacarıq yoxdur. Biz uşaqlara təlim, tərbiyə verməmişdən qabaq, onlarda biz zəruri həyati bacarıqları formalaşdırmalıyıq. Yəni hər şey elmdə 2-nin üstünə 3 gəl, 5-in üstünə 2 gəl, onda dayanmır. Hərfdə dayanmır, oxumaqda dayanmır. İnsan birinci özünü idarə etməyə bacarmalıdır və bu zamanda müəllim düzgün fasilitator olmalıdır, düzgün istiqamət verməlidir ki, o uşaq nəticəyə gəlsin. Necə? Məsələn, mən uşağa yemək verirəm. Yemək həmişə mən verəcəmsə, o uşaq heç vaxt inkişaf etməyəcək, heç vaxt nəticə əldə etməyəcək. O həmişə elə 5-6 yaşında da məndən asılı qalacaq. İstəyəcək ki, kimsə onu yedizdirsin. Ona görə də müəllim düzgün istiqamət qurmalıdır ki, ilin sonuna qədər o uşaq o fəaliyyəti özü sərbəst icra eləsin. Və 3-4 yaşın sonunda uşaq ayaqqabısının ipini də özü bağlamalıdır, köynəyinin düymələrini də. Və bu zamanda kiçik motor bacarıqları formalaşır. Amma bu 3-4 yaşa aiddir. Yaşa görə bunu qeyd eləmişəm. Şəxsiyyət yönümlülüyüdür, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdir 4-5 yaşda. İkincidə nə yazmışam? 5-6 yaş idrakin inkişafı varislik. Varislik deyil axı, varislikdən söhbət getmir. İdrakin inkişafı da deyil, fizikidir. 5-6 yaş deyil, 3-4-dür. 3-4 yaş fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, şəxsiyyət yönümlülük. Bəli, düzdür. Üçüncü düzdür. Amma bir də 4-5 yaş yazmışam. Sonra axırıncıya baxaq. 4-5 yaş sosial emosional inkişaf, nəticə yönümlülük. Baxın, sosial emosional inkişaf, nəticə, yönümlülük. Sosial emosional deyil axı. Orada uşağın sosiallığından söhbət getmir axı. Nəticə yönümlülükdən də söhbət getmir. Mən nəticəyə gətirməmişəm axı orada uşağı hələ. Hələ uşaq özü yavaş-yavaş bağlayır. Sonra baxaq indi bu testə. Tərbiyəçi müəllimin qrupundakı uşaqlarla bağlı valideynlərinə bildirdiyi fikirlərdən biri düzgün deyil. Hansı variant hörmətə əsaslanan qarşılıqlı ünsiyyətin tələblərini pozur? Baxın, hörmətə əsaslanan qarşılıqlı ünsiyyət mövzusundan salmışam bu sualı. Əgər deyir bir tərbiyəçi valideynlə ünsiyyəti zamanı deyir bu ifadəni işlətməməlidir, bu cümlələri işlətmək deyir düzgün deyil. Baxaq, deyir ki, Yusif səbirlidir. Çünki tapşırığı yerinə yetirməyə marağı var. Mən ödənişsiz dərslərimdə də qeyd eləmişəm ki, əgər uşağın mən müsbət xüsusiyyətini deyirəmsə, valideyni onu açıqlamalıyam. Boş-boşuna elə səbirlidir, əladır, gözəldir, qəşəngdir, çox gözəldir, çox istəyirəm onu. Bu kimi şablon ifadələrdən çəkinin. Heç vaxt valideyn sizi təbii görməyəcək. Həmişə sizi süni görəcək. Belə sadəcə yalandan onu yola verirmiş kimi göstərəcəksiniz. Ona görə də nə deyirsinizsə onun açıqlamasını gətirin. Orada görürsünüz deyir Yusif səbirlidir. Çünki tapşırığı yerinə yetirməyə marağı var. Səbirli ol, nəyə görə səbirli olduğunu müəllim valideynə deyir. Ona görə də valideynin artıq müəlliməyə qarşı bir etimadı, özgüvəni yaranır. Sonra Emil evdə hansı fəaliyyətlərlə məşğul olmağı sevir? Nə demişdik biz? Uşaqlara qapalı suallar, valideynə yəni qapalı suallar verməyin. Yəni məsələn, hansı yeməyi sevir? Yemək konkret deyəcək ki, bu. Deyin ki, hansı fəaliyyətlərlə məşğul olmağı sevir?
bağçamız haqqında nə deyir, uşaqlar haqqında nə danışır, evdə hansı sizə işlərdə kömək göstərir, necə göstərir. Görürsünüzmü? Bunlar daha açıq suallarda. Çünki valideyn hə yox demir mənə. Ümumi deyir. Mən deyə bilərəm ki, məsələn, Emil quru yeməkləri sevir, deyəcək hə ya da yox. Bu qapalıdır da. Bir cavabı varsa qapalıdır. Geniş cavabı varsa açıqdır. Və görəcək ki, valideyn həqiqətən də onun uşağı ilə siz dərindən maraqlanırsınız. Səbinə hər zaman ağıllıdır. Mən onu hamıdan çox sevirəm. Baxın, bu düzgün deyil müəllimlər. Görürsünüz, deyir ki, Səbinə hər zaman ağıllıdır. Mən onu hamıdan çox sevirəm. Elə hamıdan çox sevirəm gəlib düşür qərəzsizliyə. Niyə hamıdan çox sevirsən? Niyə ayrı seçkilik edirsən deyərlər insana. Həm də bu inandırıcı olmur. Çünki çox müəllimlərin dilində olur da elə şablon sözlər. Hamıdan çox istəyirəm, ağıllımdır, quzumdur. Bu kimi ifadələr şablondur. Yəni dəyər verilməyən ifadələrdir. Bu olmaz. Sonra Əminənin yaddaşı güclüdür. 2 dəfə təkrarlanan şeiri elə məşğələdə də əzbərləyir. Sadəcə çox tələsir. Biz nə demişdik? Adi uşaqlara biz konstruktiv rəy veririk. Deyirik, birinci müsbəti deyək, sonra mənfisini deyək. Çünki müsbəti deyəndə uşaq ruhlanır. Mənfisini deyəndə bilir ki, bir dənə səhvi budur da bunu aradan qaldıracaq, gedəcək. Amma birinci mən mənfini deyib, sonra müsbəti desəm, uşaq kefsiz olacaq. Yəqin mən heç nə bilmirəm. Müəllimə mənim könlümü almaq üçün yalandan 1-2 dənə müsbətimi dedi də. Bu kimi ifadə də işlədə bilər. Belə də düşünə bilər. Yəni bu düzgün rəy vermə deyil. Adi valideynlə də danışanda birinci uşağının mənfisini deyəndə bizlə davaya da gedə bilər. Heç mən müsbətini deməmiş mənlə elə davaya gedəcək ki, niyə mənim uşağımı gözün götürmür? Ancaq elə mənim uşağımdır pis. Ona görə də yox. Həmişə uşağın birinci müsbət xüsusiyyətini deyin, sonra mənfisini deyin ki, yəni qeyd edin ki, bunu da yavaş-yavaş sizinlə əməkdaşlıq nəticəsində aradan qaldırarıq. Yəni həvəsləndirin, ruhlandırın. Hörmətə əsaslanan qarşılıqlı ünsiyyət budur. Cavab oldu, Səbinə hər zaman ağıllıdır. Yəni bu kimi ifadələrdən çəkinin açıqlaması da yoxdur. Hamıdan da çox istəyirəm ifadəsi ona görə düzgün deyil ki, ayrı seçkilidir. Yəni o bir uşaqları çox istəmirəm mənasına gəlir. Baxaq. Tərbiyəçi şəkilli kartlar göstərir. Birində alma var, digərlərində armud. Hansı oxşardır, hansı fərqlidir? Uşaqlar alma ilə armudun oxşar və fərqli cəhətlərini tapır və izah edir. Verilmiş nümunə hansı psixi prosesə aiddir sizcə? Yazın, gözləyirəm. Bəli, elə B düzdür da cavab üzərinə vurmuşam deyə düşübdür. Ola bilər ki, amma fikrini başqa cür əsaslandırmaq istəyən müəllimlər ola bilər burada. Baxın müəllimlər, əgər bir əşyanın oxşar və fərqli cəhətlərini uşaq sadalayırsa, onun təfəkkürü var. Onun idraki var ki, o onun səbəb-nəticə əlaqələrini müəyyənləşdirir. Məsələn, paltaryuyanlı soyuducunun deyir oxşar və fərqli cəhətləri. Uşaq deyir ki, oxşar cəhəti odur ki, hər ikisi tokla istifadə olunur da, yəni elektriklə istifadə olunan bir avadanlıqdır. Məsələn, fərqli cəhətləri budur ki, biri soyuducudur, digəri isə paltarımızı yuyur. Dərk edir, nümunələr gətirir, səbəb-nəticə əlaqələrini müəyyənləşdirir. Bu idraki aiddir, idrakin inkişafına aiddir eyni zamanda da. Bu təfəkkürdür, psixi proseslər mövzusuna aiddir. Müəllimə, mən bu tipli də belə situasiyalı suallarda hərdən təfəkkürlə təxəyyülü, yəni qarışdırıram da. Belə təfəkkürlə təxəyyülün arasındakı fərqi biraz izah eləyə bilərsiniz? Müəllimə, təfəkkürlə təxəyyülün arasındakı fərq budur ki, təfəkkür uşaq səbəb-nəticə əlaqələri dərk edir, başa düşür, izah edir. Amma təxəyyül odur ki, uşağın yaradıcılığı var, uşağın qatqısı var məsələyə. Məsələn, nağıl danışırsınız, yarıdan oyuna qoyursunuz uşağı, uşaq öz əlavələri ilə nağılı davam etdirir. Uşaq özündən bir şeir danışa bilər, bir nağıl qura bilər şəkillər əsasında, özündən, öz fikrinə uyğun. Təxəyyül odur ki, özü yaradır. Öz yaradıcılığı var. Təfəkkürdə yaradıcılıq yoxdur. Təfəkkürdə səbəb-nəticə əlaqələrini müəyyənləşdirir. Budur təfəkkürdə. Oldu müəllimə, çox sağ olun. Sağ olun. Baxaq bura. Deyir ki, Elvin daşla oynayır və digər uşaqlara yaxın atmaq istəyir. Daş təhlükəlidir də. Daşla oynayır, digər uşaqlarını da yanına atır. Tərbiyəçi dərhal müdaxilə edir və deyir: Elvin, daşla oynamaq təhlükəlidir. Başqalarına zərər verə bilərsən. Bu nədir? Elə daşla oynayırsa təhlükə verə bilər də. Demək ki, nə görürsüz görün. Təhlükəyə aid nə görsəz, adi uşaq təhlükəli əşyaları sizə sadalayırsa, onda da bir nöqtə standartı formalaşıb. Çünki dərk edir ki, təhlükəlidir bu. Başa düşürsünüz, gedib idraki götürməyin. Ola bilər, idrak var uşaqda, yəni dərk eləyib deyir. Amma ki, təhlükədir. O təhlükəni başa düşübsə, o idrakdır. Daha doğrusu, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik 1.3 standartıdır. Məsələn, təhlükəli əşyaları sadalayır, təhlükəli əşyaların fərqli və oxşar cəhətlərini müəyyən edir. Baxın, alt standartlarda da bu qeyd olunub. Alt standartların situasiyalarını bilirsinizsə, siz bilin ki, situasiyaların 80%-ni siz bilmiş olacaqsınız. Onu da az-az dərindən öyrənin.
Burada da 1.3 standartı. Baxaq, Sevinç müəllimə müəllimlər otağında yeni gələn Aygün müəllimə haqqında qeybət edir. Onun dərslərə hazırlaşmadığını, uşaqlara diqqət göstərmədiyini deyir. Digər müəllimlər onu dinləyir, amma onlar da heç nə demir. Sizcə nədir burada? Qeybət varsa nədir? Baxın, cavabını da vurmamışam üzərindən. Əlim dəyməyib. Loyallıq, bəli. Loyallıq. İndi səsləri bağlayaq. Baxın, loyallıq odur ki, qeybət varsa loyallıq pozulub deməkdir. Nə görürsünüz görün. Adi qeybət olmasın. Dərsdə oturmusunuz, məktəb uşağısınız, məsələn, fizika müəlliməsi gəlib qrupa elə ailə problemlərindən danışır. Nə bilim, gəlinlərdən danışır, qızlardan danışır, lazımsız söhbətlər edir. Özünə aid olmayan işlər haqqında danışır. Öz dərsini keçmir. Lazımsız danışırsa qeybətdir bu. Burada da loyallığı götürün. Eyni zamanda da burada əlində sübut olmadan digər müəlliməyə qarşı belə deyim, əsası olmayan ifadələr işlədir. Və ya loyallığı belə də götürə bilərsiniz. Səsdə də qeyd eləmişəm. Ola bilər ki, indi sertifikasiya müəllimləri olsun və ya sertifikasiyanı qoyaq bir kənara, o situasiyanı səsləməyəcəm. Məsələn, qrupdan ola bilər ki, direktor tez-tez bir müəlliməni tez-tez müşahidə edir, gedir qrupuna girir, digər müəllimənin də, amma bir müəllimənin qrupuna girmir elə də. Yəni, ildə ayda dolanar bir dəfə ya girər, ya girməz onun qrupuna və müəllimələr aralarında toplanır, deyir ki, 100% bu müəllimə direktora pul verir, onunla arası yaxşıdır deyə onun qrupuna girmir. Yəqin nəsə var burada. Başlayırlar nəsə uydurmağa, şər atmağa. Baxın, burada da pozulur. Nə? Hansı pozuldu burada? Loyallıq. Qeybət varsa, şər atmaq varsa, əlində sənin əsasın yoxdursa, şər atırsansa, loyallıq pozulur. Qeybət var deməkdir. Və eyni zamanda miqdən tutaq ki, mən topladım 50 bal, digər müəllimə topladı 35 bal. Mən heç nə oxumadan, əlimdə kitabı görməyib də müəllimə. Dərrakəm var, indi gedib toplamışam məsələn və ya toplamaya da bilərəm indi. Gedib toplamışam, digər müəllimə çox oxuyub, amma yenə də 35 bal toplayıb. Gedir mənim haqqımda deyir ki, 100% o gedib pul verib, ona görə keçib. Deyirsən ki, sübutun var əlində, deyir ki, yoxdur. Elə olacaq da deyir, 100% elədir. 100% deyir elədir, əminəm. Sübut etməsəm də and içərəm deyir. Baxın, bu da şər atmaqdır. Sübutun olmadan kiməsin haqqında şər atmağa sənin ixtiyarın yoxdur. Bu loyallıqdır. Qeybət loyallıqdır, onun da izahını paylaşmışam. Bəli, bilib-bilmədən danışırsa, şər atırsa. Baxaq, Fərid və Tural bir-birinə yaxın dost olurlar. Qrupda hər hansı bir işi bölüşdürüləndə tərbiyəçi Fərid və Turalı daima bir yerdə otuzdurur. Amma Zeynəb yalnız qalır. Siz ancaq belə situasiyalar düşəcək müəllimlər daha çox. Hardasa bir 60 sualdan bir 20-si ilə belə buna əsaslanacaq. Bir yerdə otuzdurur. Amma Zeynəb yalnız qalır. Söhbət təkcə uşaqlarla yox, elə başqa tipdə də situasiyalar. Situasiyalar çox olacaq bir sözlə. Başqa bir yerdə otuzdurur. Amma Zeynəb yalnız qalır. Verilən situasiya aşağıdakılardan sizcə hansına aiddir? Baxın, müəllimə deyir Zeynəbi tək otuzdurmaqla onda özgüvən yaradır. Orada Zeynəbin güvəni alt-üstə oldu axı. Onun güvəni artmadı axı. O daha da pis oldu. Ola bilməz. Özgüvən yaratmadı. Elə özgüvənini sındırdı. Müəllimə loyallıq prinsipini pozaraq uşağı tək otuzdurur. Yəni burada artıq deyir loyallıq prinsipini pozaraq uşağı tək otuzdurur. Loyallıqda nə idi? Qeybət eləmək, bildiyi bitmədi danışmaq. Qeybət atmaq. Burada qeybət var. Qeybət var. Ayrı-seçkiliyi var da qərəzsizliyi var. Düz deyil. Burada bəli qərəzsizliyi var. Yəni qeybət düzdür. Qərəzsizlik prinsipi pozulur. Düzdür. Psixoloji təsir olur da uşağa qarşı müəllimə. Eynən. Baxaq. Müəllimə deyir. Səsləri bağlayaq. Müəllimə qərəzsizlik prinsipini pozaraq uşağa psixoloji mənfi təsir göstərir. Qərəzsizliyi pozur da, yəni ayrı seçkilik edir. Müəllimə uşaqların özlərini müxtəlif vəziyyətlərdə çıxış yolu tapmaları üçün şərait yaradır. Baxın, müəllimə deyir uşaqların özlərini müxtəlif vəziyyətlərdə çıxış yolunu tapmaları üçün şərait yaradır. Yaratmır axı. Burada uşağın öz güvənini sındırdı. Nə çıxış yolu tapır ki, burada uşaq əlaqəsizdir. Nə çıxış yolu tapır heç nə. Müxtəlif situasiya deyəndə nə yaradıb? Daha da uşağın öz güvənini alt-üst edib. Uşağa qarşı ayrı seçkiliyi edib. Ona görə də müəllimə deyir qərəzsizliyi pozub, ayrı seçkiliyi edir. Uşağa da psixoloji mənfi təsir göstərir. Baxın, deyir ki, Aysel müəllimə dərsdə uşaqları müzakirəyə cəlb edir. Fərqli fikirləri dinləyir,
onların müstəqil düşünməsinə şərait yaradır. Aysel müəllimə haqqında verilən fikirlərdən biri yanlışdır. Yəni yanlış olanı tapmalıyıq biz. Müzakirə edirsə, dinləyirsə, müstəqil düşünürsə elə fəal təlimdir də bu. Baxaq, Aysel müəllimə deyir, fasilitator kimi çıxış edir, düzgün yol, istiqamət müəyyən edir. Düzdür də, keçmişdim də sizə fasilitatoru. Fasilitator düzgün istiqamət verən bir müəllimədir. Az-az keçir, amma hər şeyi özü demir. Uşaqlar özləri axtarıb tapırlar. Düzgün yol, istiqamət müəyyən edir. Aysel müəllimi demokratik müəllimdir. Fəal təlimi təşkil edir. Demokratikdir, bəli, demokratikdir. Fəal təlim təşkil edir. Demokratik müəllim fəal təlimi təşkil edən müəllimdir. Aysel müəllimə liberal müəllimdir. Uşaqları tam sərbəst buraxır. Qərarları ilə maraqlanmır. Liberal müəllim məsuliyyətsiz müəllimidir. Səsləri açmayın. Liberal müəllim məsuliyyətsiz müəllimdir. Əgər məsuliyyətsiz müəllimdən söhbət getmədi axı bir nümunədə, uşaqlarla sual cavab edir, onları dinləyirsə, müzakirələr aparsa məsuliyyətsiz deyil. Amma liberal burada məsuliyyətsizdir və deyir ki, uşaqları sərbəst buraxır, qərarları ilə maraqlanmır. Maraqlanır axı. Liberal müəllim məsuliyyətsizdir. Sonra Aysel müəllimə peşəkardır, dövlət standartlarına və uşaqların istəyinə uyğun məşğələ keçir. Düzdür də, dövlət standartlarını nəzərə alır, fəal təlimi təşkil edir. Amma C variantında verilən səhvdir. Sərbəst buraxır deyir, qərarları ilə maraqlanmır. Xeyr, maraqlanır. Baxın müəllimlər, kurikulum deyir haqqında verilənlərdən biri yanlışdır. Baxaq, kurikulum uşaqların yaşı və inkişaf səviyyələrinə uyğun tədris planı təqdim edir. Düzdür də, yaşına, inkişaf səviyyələrinə uyğun tədris planı təşkil edir və sizə sual verə bilərlər. Kurikulumun ənənəvi təhsilin fərqi nədir? Kurikulum nəticə yönümlüdür, uşağı yönümlüdür ən əsası. Uşaq ön planda olur, uşağın meyil marağı ön planda olur. Amma ənənəvi təhsildə nəticə yönümlülük elə də olmurdu. Həm də o dövrdə müəllim yönümlü prinsipi ön planda olurdu. Unutmayın. Sonra kurikulum təhsil sahəsində demokratik müəllimin işləməsini təmin edir. Düzdür, demokratiklik ön plandaydı. Sonra kurikulum uşaqların fərdi maraqlarını, istedadlarını inkişaf etdirməyə kömək edir. Düzdür də, uşaqlara diferensial yanaşır, fərdi yanaşır, uşaq önümlü təlim təşkil edilir. Sonra kurikulum deyir, avtokratik müəllimi dəstəkləyir. Müəllimin sözü ön planda olur. Uşağın fikri sonda soruşulur. Xeyr, uşağın fikri öndə soruşulur. Müəllimin fikri sonda olur. Uşaq həmişə ön planda olur. Avtokratik müəllim ancaq mənəm deyən müəllimdir. Yəni mən nə deyirəmsə get onu öyrən. Artığını öyrənməsən heç nə bilmirsən, bacarmırsan, elə mənim dediklərimi öyrən. Hansı ki keçmişdəki müəllimlər. Keçmişdə belə deyirdilər ki, uşaqlar da qorxularından heç nə soruşmurdular. Baxın, bu avtokratikdir. Və yaxud axırıncıya baxaq. Kurikulum uşaqlara inkişaf sahələrini yaxşı öyrənməyə, təlim nəticələrinə çatmağa şərait yaradır. Bəli, düzdür. Təlim nəticələrinə yaxşı çata bilirlər. Deyir ki, bağçada müəllimə və dayə fəaliyyəti necə olmalıdır sizcə? Dayə kimidir müəllimlər? Dayə uşaqlara nəzarəti və qulluğu həyata keçirdən şəxsidir də. Həm qulluq edirdi, həm də nəzarət edirdi. Müəllimə isə təlim-tərbiyə prosesinin, pedaqoji prosesi aparırdı da. Həm orta ixtisas ola bilərdi, həm də ali ixtisas təhsilli şəxs ola bilərdi. Baxaq, müəllimə deyir uşaqların təlim-tərbiyəsinə, dayə isə qrupun təmizliyi, uşaqların qidası və nəzarətinə baxmalıdır. Düzdür. Amma B-yə baxın, müəllimə deyir təmizliyi etməli, dayə isə məşğələ keçməlidir. Düz deyil. Müəllimə uşaqların sadəcə məşğələsini keçməlidir. Digər vaxtlarda yalnız dayə nəzarət etməlidir. Xeyr, mən niyə 5-yə qədər və ya 6-ya qədər, belə deyim, sona qədər müəllim olur da, müəlliməsiz dayə niyə tək qalmır? Çünki hər fəaliyyətində, təlim tərbiyəsində müəllim olmalıdır. Müəllim orada sadəcə dərs keçməyə getməyib. Müəllim onların təlim tərbiyəsinə nəzarətə gedib. Onların şəxsiyyət kimi formalaşması üçün əllərindən gələni edir. Niyə bizim alt standartlarımızda yazılıb uşaqlarda masa mədəniyyətini öyrət, əməyi öyrət, estetik yaradıcılığı öyrət, eyni zamanda təhlükəsizliyi öyrət, stolda düzgün oturuşu öyrət. Hər şeyi bizdən tələb edirlər. Niyə? Çünki bütün günü biz uşaqlarlayıq. Bunları keçirdirik. Sonra deyir ki, dayənin işi yalnız qrupun təmizliyi və uşaqların təmizliyinə qidalanmasına baxmaqdır. Xeyr. Dayənin işi həmişə müəllimənin yanında olmaqdır. Müəllimə məşğələ keçəndə də müəllimənin yanında olmalıdır. Müəllimə uşaqları gəzintiyə aparanda da, ekskursiya aparanda da. Həm sanitar gigiyena qaydalarına riayət etməlidir, otağı təmizləməlidir. Eyni zamanda uşaqları yedizdirmək, içizdirmək, geyindirmək, eyni zamanda da tərbiyəçinin yanında olmalıdır. Bu qədər. Sonuncu sual, sonra keçəcəyik digər testə.
Valideyn müəllimin uşağının yetərincə diqqət göstərmədiyini və məşğələlər zamanı laqeyd davrandığını iddia edərək hər zaman narazılığını bildirir. Elə açar söz burada yazılıb. Verilənlər hansı valideyn tipinə aiddir? Elə variantda əlim dəyib düşübdür. Deyir ki, problemlərdən qaçan valideyndir, uşağı ilə məşğul olmur. Xeyr, problemlərdən qaçmır. Problemlərdən qaçan valideyni bayaq sizə izah elədim. Odur ki, uşağın xəstəliyi ilə bağlı ancaq problemlərdən qaçır. Sonra valideyn təkəbbürlü intellektualdır. Müəlliməyə hər zaman qarışır, təlim-tərbiyə işində yol göstərir. Yol göstərmədi axı mənə. Mənə demədi ki, bu işi belə gör, bu işi belə gör. Xeyr. Demədi bunu belə öyrət, bu işi belə gör, belə yatızdır, belə yedizdir. Bunu bizə demir. Sadəcə narazıdır. Deyir, baxmırsınız yaxşı. Sonra valideyn narazıdır, tərbiyəçinin öz uşağına münasibətində hərəkətlərini daima tənqid edir. Düzdür. Ancaq tənqid edir ki, sən baxmırsan, maraqlanmırsan, bəzən deyir, ayrı-seçkilik edirsən. Valideyn deyir, çox məsuliyyətli valideyndir, uşağını çox düşünür. Xeyr, uşağını burada çox düşünməkdən söhbət getmir. Yersiz yerə söhbətlər yaradır. Burada çox düşünməkdən söhbət getmir. Təkrar işləməmişik. Testi göndərərəm. Yaxşı, göndərərəm müəllimə, narahat olmayın. Bu bilirsiniz hansı Müəllimə, bu hansı diaqnostikadır? Sırf diaqnostika sınağı göndərilmişdi sizə imtahandan qabaq. Dövlət səviyyəli. Yəni, bəli, odur. Yəni, çünki imtahanın özünü əldə etmək olmadı axı. İmtahanın özü Təhsil Nazirliyi tərəfindən verilir. Amma bunların hər birini indi sizə izah edəcəm. Özünüz hansı mövzuları əhatə edir, özünüz biləcəksiniz. Elə başlayaq birdən. Bəli, başdan başlayıram müəllimlər, narahat olmayın. Çünki əvvəllər izah etmişəm, ona görə deyirdim. İndi başdan başlayırıq diaqnostika sınağına. Hər kəs də səsi bağlasın, aşağıdan da yazın. Mən oxuyacağam. Baxaq. Deyir ki, verilənlərdən hansı təlim nəticəsi körpələr qrupunun 1-3 yaşlı uşaqlar fiziki inkişafı, sağlamlığı və təhlükəsizliyi inkişaf sahəsinə aid deyil. Bu MİQ imtahanına da düşüb. Nəzərinizə çatdırım. MİQ imtahanına da bu formada sual düşmüşdü. Orada ümumi təlim nəticəsini tapın demişdi. 2023-də. Belə bu tip suallar düşür. Ona görə də alt standartda ümumi təlim nəticəsində öyrənməlisiniz. Deyir ki, sadə fiziki hərəkətlərin yerinə yetirilməsi. Deyir ki, bizdən də soruşur ki, aid olmayanı tap. Baxaq, fiziki hərəkətləri yerinə yetirirsə elə fiziki inkişafdır da. Sonra, masa arxasında davranışın ümumi qaydalara əsasən tənzimləyir. Bəli, masa varsa 1.2-dir, o da fizikidir. Gigiyena qaydalarına əməl edir. Bəli, gigiyena da 1.2-də yer alır. Sonra, həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayır. Baxın. Həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayırsa, sadalamanı idrak götürməyin. Sadalama da elə fizikidir. Fizikinin alt standartında bu yazılıb. Alt standartları oxuyun deyirəm sizə. Dəfələrlə şiddətli şəkildə deyirəm ki, oxuyun. Yəni, onu bilirsinizsə, artıq bilin ki, hər şeyi bilirsiniz. Özünü, ailə üzvlərini adlandırır. Özünü, ailə üzvlərini adlandırmaq idrakdır. Fiziki deyil. Ona görə də E variantı. Sonra, uyğunluğu müəyyən edin. Müəllimlər, uyğunluq testlərinə baxaq. Görün burada nədən söhbət gedir və bunu biz necə tapmalıyıq. Yadınızdadırmı? Deyirdik ki, Vygotsky nəzəriyyəsi sosial əməliyyat inkişaf sahəsinə aiddir. Piaget nəzəriyyəsi də idraka. Həmişə bunu deyirdim. Əlaqələndiririk. Piaget nəzəriyyəsi səriştələrimizdən müstəqil öyrənmə, təfəkkür səriştəsinə aiddir. Tənqidi təfəkkürə aiddir. Amma digəri isə ünsiyyətə, əməkdaşlığa aiddir səriştələrimizdən. Yəni, burada da deyir ki, A variantına baxaq. İndi imtahandasınız, görürsünüz ki, deyir orada öyrənmə inkişafdan əvvəl gəlir. Öyrənmə nədir? Öyrənmə Vygotsky'dir. Düz deyil? Öyrənmə deyir, inkişafdan əvvəl gəlir. Düzdürmü müəllimlər? Bəli. Sonra, məsələn, lap belə deyək ki, bilmirsiniz. Deyilə, birincidə həyəcanlanmısınız, bilmirsiniz. Ona görə keçirsiniz B-yə. Deyir, uşağın əvvəlcə zehni inkişafı formalaşır, sonra isə öyrənmə baş verir. Amma siz əminsiniz ki, B variantı düzdür. Yəni, zehni inkişaf olur deyirsiniz, sonra isə öyrənmə baş verir. Əmin olduğunuz üçün gedib nağarsınız, gedib axtarırsınız B-ni. Görün B hardadır? Görün Piaget'də B verilibmi? Bir B axtarırsınız. Bir B. A-da da bir də B var. C-də də D-də də. Qalan variantları atırsınız. Çünki əminsiniz ki, B variantı var. Keçirik C-yə. Deyir, uşağın zehni inkişafı mərhələlərlə baş verir. Düzdür də? Piaget deyir ki, uşağın hər biri bu mərhələdən keçməlidir. Eyni yaş qrupunda deyir, keçməsə də, fərqli yaş qrupunda yenə də bu mərhələdən keçəcək.
Düzdür, mərhələlərlə nədir? C. B ilə C1, B ilə C-ni tapırıq. D variantı. B ilə C D-də yer alır. Onsuz da davamı özü gələcək. Artıq digəri də yazılıbdır ki, nə? A ilə D. Baxaq, öyrənmə inkişafdan əvvəl gəlirsə Vygotsky'dir. Zehni inkişafın deyir, əsasında sosial münasibətlər durur. Cümləni başdan oxuyub dayanmayın ha. Zehni inkişafın oxuyan kimi deməyin ki, Piaget'dir. Bir sona gəlin görüm nə deyir? Zehni inkişafın əsasında sosial münasibətlər dayanır. Deyir ki, yəni Vygotsky, əgər uşaq sosialdırsa onun zehni sonra inkişaf edəcək, narahat olmayın deyir. Mütləq deyir, sosiallıq ön planda olmalıdır. Uşağın zehni olsa deyir, sosial münasibətlərdə formalaşacaq. D variantı. Sonra bu bir növ şaxələndirməyə oxşayır. Baxın, bu 3-cü sual. Niyə? Gəlin izah edin. Ortaya sual işarəsi qoyub, həm də ki, tap-tapmacaya da oxşayır. Daha çox tap-tapmacaya oxşayır. Çünki sual işarəsi var. Baxaq, buradan deyir, bir dənəsi çıxıb. Deyir ki, təhlükəsiz normal iş şəraiti ilə təmin olunmaq. Mənim bu vəzifəmdir, yoxsa hüququmdur? Mən dövlətdən bunu tələb edirəm. Tələb edirəm ki, mən işləyirəmsə, mənim iş yerim təhlükəsiz və normal iş şəraiti olsun. Hüququmdur. Sonra, bəs yaxşı, şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək. Hüququmdur, vəzifəmdir. Bəli, mən neynirəm? Mən valideyndən də, müdürümdən də, eyni zamanda təhsil sektorundan da, dövlətdən də, hər kəsdən tələb edirəm ki, yəni sizin mənim şərəf və ləyaqətimə belə deyim, hörmətlə yanaşmalısınız. Şərəf və ləyaqətimə söz demək ixtiyarınız yoxdur. Mən bunu tələb edirəm hər kəsdən. Kim bunu pozursa, mənim hüququm pozulmuş olur. Yəni mən bunu dövlətdən tələb edirəm, amma dövlətin məndən tələb etdiyi mənim vəzifəmdir. Mənə deyir ki, uşağı məktəbə hazırla. Vəzifəmdir. Deyir ki, burada nədən söhbət gedir? Hər ikisinə baxdıq. Bu valideyn müəllimin hüququdur da. Nə edirik? Gəlirik, tapırıq hüququ. C variantı. Daha doğrusu D variantı. Təhsil verənin hüququ. Sonuncusuna baxaq müəllimlər. Deyir ki, tərbiyəçi müəllim təlim prosesi zamanı uşaqlara müxtəlif məqsədli tapşırıqların yerinə yetirməyi təklif edir. Təqdim olunan tapşırıqları reallaşdırılacaqları məqsədlər üzrə qruplaşdırın. Müəllim uşaqlara tapşırıq verir burada. Baxın, bu cədvəldə deyir ki, tapşırıq verir. Burada da deyir, müəllimin məqsədi nədir? Baxaq görək, tapşırığına baxaq. Uşağa deyir ki, sadə puzzle qur. Puzzle'lar tökür uşağın qabağına. Müəllimin məqsədi nə ola bilər? Diqqətdir də, düz deyil. Psixi prosesləri kim oxuyubsa bu mövzunu, burada diqqətdən söhbət gedir. Bu diqqətdir. Düzdür. Tərbiyəçi müəllim uşağa müxtəlif, neynirəm? Baxın, məsələn, bilmədim də, indi diqqətdir, birincini bilmədim. Gəlirəm 2-yə. Tərbiyəçi müəllim uşağa müxtəlif əşyaların təsvir olunduğu şəkilləri göstərir. Şəkli götürdükdən sonra, müəllimlər yazmayın, götürdükdən sonra uşaq yadında saxladığı təsvirləri sadalayır. Baxın. Hafizə. O hafizədir. Müxtəlif əşyaların təsvir olunduğu şəkli göstərir, sonra şəkli götürür. Uşağa da deyir ki, yadında qaldıqları denən. Təbii ki də, hafizədir də bu, yadında qaldıqlarını sadalayır uşaq. Bu hafizədir. Mən əminəm ki, yadında qalırsa hafizədir. Gəlib götürürəm hafizəni. Harada da hafizə? A. 2A-dır. Sonra gəlirik bura. Tərbiyəçi müəllim uşaqlara hekayəni yarıya kimi danışır. Uşağa təklif edir ki, onun davamını özü danışsın. Hekayəni yarıya qədər danışır, sonra deyir ki, sən danış davamını. Uşağa deyir ki, sən danış. Yəni bu təxəyyüldür, yaradır. Təxəyyül. Yaradıcılığı. Bəli, burada artıq yaradıcılıqdan söhbət gedir. Bəli, burada artıq yaradıcılıqdan söhbət gedir də. Yarıya kim danışır, qalanına da uşağa deyir ki, sən danış. Yaradıcılıq. Neynirəm? Götürürəm orada müəllimin tapşırığı budur. Məqsədi də uşağın yaradıcılığıdır, təxəyyülüdür. Götürürəm D variantını. Sonra gələk bura. Ekran kaydında görəcəksiniz, narahat olmayın. Burada müəllim çoxdur deyə belə olur. Tərbiyəçi müəllim, 400-ə yaxın müəllim var. Tərbiyəçi müəllim uşağa müxtəlif əşyaların təsvir olunduğu şəkli göstərir. Uşaq fərqli əşyaların oxşar əlamətlərini deyir. Baxın, deyir ki, uşağa müxtəlif əşyaların təsvir olunduğu şəkli göstərir. Uşaq deyir, fərqli ilə oxşarları deyir. Bayaq nə dedik? Təfəkkür. Neynədik? Biz bunları artıq qruplaşdırırıq. Sadə puzzle-dırsa diqqət. 1 olur B, 2 olur hafizədirsə A, sonra 3 olur hekayətdirsə təxəyyül, 4 olur C. Cavab nə olur? D variantı.
D bəndi müəllimə. Bəli, bəli, D variantı. Baxın müəllimlər, əqli hücum. Bir dənə buna toxunaq. Baxın. Bunu bildirmək istəyirəm. Görürsüz, birinci sualımız nədir? Bunu dövlət tərtib eləyib. Bunu mən təlimçi tərtib etməmişəm, digər təlimçilər tərtib etməyib. Bunu dövlət tərtib edibsə, bizə bu suallar əsasında salacaqdır. İndi baxaq. Birinci sualda fiziki inkişafdan gedir. Mən fiziki inkişaf bilirəmsə bunu tapacağam. İkinci Piagetdir, üçüncü hüquqlarımızdır, dördüncü psixi proseslərdir. Bunların hər birini biz keçmişik. Hər birini həm ödənişli, həm ödənişsiz dərinliyinə qədər keçmişik. Ödənişsiz dərslərimdə də hətta bildirmişəm. Sonra gəlirik əqli hücum. Əqli hücumu da biz keçmişik. İndi nümunələrə baxaq. Deyir ki, əqli hücum adlı təlim üsulu haqqında fikirlərdən biri yanlışdır. Baxaq. Bilgi sayı nəticəsində konkret problemin bir neçə həlli işlənib hazırlanır. Müəyyən vaxt ərzində bütün uşaqların problemlə bağlı ideyalar toplanır. Açar söz. İdeya, bəli, səsləri bağlayaq müəllimlər. İdeyalar açar sözümüzdür. Çünki uşaqların öz düşündükləri ideyalarını bizlərə deyirlər və əqli hücumun elə qaydasıdır bu. Uşaqlara öz fikirlərini sərbəst ifadə etməyə imkanı verir və fikri müxtəlifliyinin zəruri olduğunu başa düşmək üçün şərait yaradır. Yəni, mən əqli hücum zamanı uşaqlara deyirəm, məsələn, deyirəm ki, uşaqlar, sizcə biz bu yolka ağacını hara qoyaq? Məsələn, otaq bəziyirik, uşaqların fikirləri mənə maraqlıdır, ideyaları. Emil deyir ki, ora qoyaq, bu deyir, ora qoyaq və ya şarı ora asaq, bura asaq. Nə edirəm? Hamısını götürürəm, deyirəm, aha, sən də de. Sonda da deyirəm ki, bura qoyaq, nəticəyə gəlirəm. Amma uşaqlar deyən anda mən onlara demirəm ki, sən səhv dedin, sən düz dedin. Uşaqlar könlü qırılır. Ona görə də mən bunu deməli deyiləm. Bir də ki, bir uşaq bilir ki, təkcə onun fikri hamının fikri deyil. Demək ki, hamının fikir müxtəlifdir. Yəni, fikir müxtəlifliyi əqli hücumun açar sözüdür. Yəni, burada müəllim öyrədir ki, uşaqlara, yəni hər kəsin fikri müxtəlifdir. Bax, Emil ayrı dedi, Sevil ayrı cür dedi, Fərid ayrı cür dedi. Hər kəsin düşüncəsi fərqlidir. Hər bir uşaq individualdır. Bunu izah edir uşaqlara, həm də bunu göstərir. Ona görə də fikir müxtəlifliyini açar söz kimi yazın. Sonra, məşğələdə problemli situasiya, fikir müxtəlifliyi yaratmaq və həlli yollarını tapmaq üçün istifadə edir. Problemli situasiya, fikir müxtəlifliyi yaratmaq. Nə idi problemli situasiya? Yenə də fikir müxtəlifliyidirsə açar söz götürürəm, C variantı düzdür. Keçirəm D-yə, mənə yanlış olanı soruşur. Uşaqların fəallığının artırılmasına və onların ideyaları irəli sürməsinə imkan yaradır. Deyir, uşaqların fəallığının artırılmasına, onların ideyaları irəli sürməsinə imkan verir. Düzdür, burada da ideya söz var. Burada da altından xətt çəkirəm. Əmin olun ki, əqli hücum bu formada düşəcəksə, hamısında açar sözü olacaq. D də düzdür. Tərbiyəçi müəllim tərəfindən uşağa məlumatın ötürülməsi, dinləmə bacarığının inkişaf etməsidir. Müəllimlər, dinləmə bacarığı nədir? Nağıl etmədir də. Uşaqlar nağıl danışır, müəllim nağıl danışır uşaqlara, uşaqlar dinləyirlər, anlayırlar. Tərbiyəçi müəllim uşağa məlumat ötürür. Bu əqli hücum deyil axı. Bu nağıl etmə üsuludur. Onun qaydasıdır. Sonra keçək. Tərbiyəçi 6-cı suala. Tərbiyəçi təhsil pilləsində keçirilən məşğələlər haqqında düzgün fikri müəyyən edin. Məktəbəqədər təhsil pilləsində keçirilən məşğələlər haqqında. Baxaq, körpələr qrupunda yazı yazırsınız. Fikrim qarışır burada. Cümlələri də bəzən səhv deyirəm. Qarışıq yazılar gəlir. Bir də xahiş edirəm. İmkan dərəcəsində hələ ki yazmayın. Çünki aşağıda qeyd elədiyim kimi yazılar görsənir, yazının üzəri bağlanır, sualın üzəri örtülür. Körpələr qrupunda 1-2 yaşlı uşaqlar üçün təsviri fəaliyyət məşğələsi həftədə bir dəfə keçirilir. Biz bilirik ki, təsviri fəaliyyət məşğələsi 1-2 yaş qrupunda yoxdur. Amma deyə bilərsiniz ki, bəs müəllimə, niyə təsviri fəaliyyət məşğələsində bu yazılır ki, 1-2 yaşından öyrədilməlidir? Bəli, yazılıb, amma təəssüf ki, 1-2 yaşında keçirilmir bağçalarda. Bəlkə də gələcəkdə bu tətbiq oluna bilər. Çünki gələcəkdə standartlar dəyişiləcək. Sonra məşğələnin müddəti 3-4 yaşlı uşaqlar üçün orta qrupda 15 dəqiqədir. Baxaq, 1-2 yaşda 10 dəqiqədir, sonra 5 dəqiqə artırırıq, 2-3 yaşda 15 dəqiqədir, 3-4 yaşda 20 dəqiqədir. Ona görə də 15 dəqiqə düz deyil. Bu da yanlışdır. Otururam, məşğələnin vaxtını müəyyən edirəm də, beynimdə fikirləşirəm. Sensor tərbiyə oyuncaqlarla, didaktik materiallarla, oyuncaq tikinti materialları ilə məşğələdən sonra oyun fəaliyyəti zamanı aparılır. Baxın, sensor tərbiyə deyir oyuncaqlarla, didaktik materiallarla, oyuncaq tikinti materialları ilə aparılır. Düzdür. Amma ki, məşğələdən sonra aparılmır. Elə məşğələnin içində aparılır. Çünki sensor tərbiyə elə özü bir məşğələdir.
Mən məşğələdən sonra onu keçə bilərəmi? Amma sırf məşğələdən sonra keçəcəm deyə bir şey yoxdur. Məşğələdən sonra da oynaya bilərəm oyunları. Amma bu özü elə bir məşğələdir də, elə məşğələsində keçirəm də. Niyə ancaq məşğələ sonrası keçirəm ki? Düzgün deyil ona görə də. Yəni burada mənə deyir ki, sırf məşğələdən sonra oyun fəaliyyəti zamanı aparılır. Xeyr, sensor tərbiyə özü elə bir məşğələdir. 1, 2, 2, 3 yaşında keçirilir sensor tərbiyə məşğələsi. Böyük yaş qrupunda da o məntiqi riyazi təfəkkür məşğələsi ilə əvəzlənir. Sensor tərbiyənin sonra olur məntiqi riyazi təfəkkür məşğələsi. 1, 2, 2, 3 yaşlı uşaqlar üçün məşğələlər yarım qruplarla təşkil olunur. Baxın, 1, 2, 2, 3 yaşlı uşaqlar üçün yarım qruplarla, düzdür də, yarım qrup var. Amma 3-4-də yoxdur yarım qrup. 1, 2, 2, 3-dədir yalnız. 6 günlük iş həftəsi ilə işləyən məktəbəqədər təhsil müəssisəsində şənbə günü bir məşğələ keçirilir. Xeyr, ümumiyyətlə məşğələ keçirilmir, ekskursiyalar, gəzintilər, əyləncələr olur. Ona görə də düzgün cavab D variantı. 1, 2, 2, 3 yaşlı uşaqlar üçün məşğələlər yarım qruplarla təşkil edilir. Gələk 7-yə. Verilən xüsusiyyətlərin hansı iş üsuluna aiddir? Məlumatın tərbiyəçi müəllimdən uşağa ötürülməsi dinləmə bacarıqlarının inkişafı üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədi ilə istifadə etməyi məqsədə uyğundur. Tərbiyəçi müəllim məlumatın ötürülmə prosesini verbal, suallar verməklə, vizual, uşaqların öz ifadələrini və jestlərini müşahidə etməklə tənzimləyir. Baxın, mən nağıl danışanda nə edirəm? Nağılı danışıram, onlar dinləyirlər. Sonra mövzunu daha da zənginləşdirirəm. Sonra nə edirəm? Uşaqlara suallar verirəm. Eyni zamanda onların üz ifadələrinə baxıram. Məsələn, mən Qırmızı Papaqda nağıl danışıram. Canavar qisminə gələndə uşağın biri qorxudan ağlayır. Ona görə də mən əvvəlcədən nağılı danışa-danışa onların üz mimikalarına da baxmalıyam ki, biri qorxu hissi keçirdə bilər. O mütləq üz mimikalarına baxmaq mütləqdir. Həm də baxmalıyam görək onlar üçün doğrudan da nağıl maraqlıdır. Onlar nağılın reallığına inanırlarmı? Nağıl etmədə var da deyir. Nağıl ilə danış ki, deyir, maraqlı olsun onlara. Nağıl etmə. Sonra uşaq inkişafının dəyərləndirilməsi haqqında deyir fikirlərdən biri yanlışdır. Müəllimlər, dəyərləndirmə 2 istiqamətdə aparılır. Diaqnostik dəyərləndirmə, formativ dəyərləndirmə. Amma inkişafa dair yekun hesabat dəyərləndirmə kimi getmir, əsas deyil. Unutmayın, 2 götürün həmişə. Yəni mən bunu sırf Təhsil Nazirliyinin əməkdaşı var, hansı ki onun özündən soruşmuşam. Sırf bu belə deyim sahə üzrə tanınmış mütəxəssislərdən biridir. Qeyd eləyir ki, 2 dənədir. Bu əvvəl çox müzakirələrə səbəb olundu ki, 3 götürüm, 2 götürüm, 2 götürün. Üçüncüsü hesabatdır sadəcə. 3 yaşın sonunda verilir, bir də 6 yaşın sonunda verilir. Aha. İndi yazmayın, sualların üzərinə yazılarınız düşür. Baxın, uşaq inkişafının deyir dəyərləndirilməsi, onun inkişafı və təlimi haqqında ailəni məlumatlandırmaq. Aşağıdakı testə gələndə yazmayın, yuxarıdakı testləri mən oxuyanda yaza bilərsiniz, onda suallarımın üstünü örtmür. Uşaq inkişafının deyir dəyərləndirilməsi, onun inkişafı, təlimi haqqında ailəni məlumatlandırmaq və təhsil alanın bilik və bacarıq vərdişlərini dəyərləndirmək məqsədi ilə aparılır. Düzdür də, mən nə edirəm? İnkişafını dəyərləndirirəm, onun təlimi haqqında ailəni məlumatlandırıram və təhsil alanın bilik və bacarıq vərdişlərini dəyərləndirmək məqsədi ilə aparıram da, həm də ailəyə mən məlumat göndərirəm. Bu da düzdür. Sonra deyim sizə digər. İnkişafın dəyərləndirilməsi hər bir uşağa fərdi qaydada tətbiq edilir. Onun nitq, hissi, böyük və kiçik motor bacarıqlarında inkişaf səviyyələrini müəyyənləşdirmək üçün istifadə olunur. Baxın, nə edirəm mən? Yəni mənə deyir ki, sən deyir məktəbəqədər təhsil müəssisəsində uşağın nitqini, uşağın böyük, kiçik motor bacarıqlarını qiymətləndirməlisən. Düzdür də qiymətləndirirəm. Mən məktəbdə müəllimə deyiləm ki, ancaq riyaziyyat, Azərbaycan dilini qiymətləndirim. Mən uşaqla niyə məşğul oluram? Məni niyə dövlət səhərdən axşama qədər orada müəllimə kimi qoyub? Çünki uşağın bütün fəaliyyətlərini mən qiymətləndirməliyəm. Bütün fəaliyyətlərini izləməliyəm ki, uşaq şəxsiyyət kimi yetişsin. Mütləq düzdür bu. Yəni qətiyyən sadəcə dərsi götürməyin. Hər tərəfli qiymətləndirmə aparmalıyıq. C-yə baxaq. Dəyərləndirmənin nəticələri uşağın həm yüksək, həm də aşağı səviyyəsində olan bacarıqlarını müəyyənləşdirir. Düzdür də, mən artıq uşağı dəyərləndirəndə görürəm ki, bu yüksək səviyyədə cavab verdi. Bu zəif dedi. Artıq o zəif olana qarşı da bir tədbirlər görürəm də. Tədbirlər görürəm ki, o da inkişaf eləsin. Düzdür. Baxaq digərinə. Deyir ki, uşaq inkişafının dəyərləndirilməsi məktəbəqədər yaş dövründə 2 dəfə 3 yaşın və məktəbəqədər təhsilin sonunda, yəni 6 yaşın sonunda aparılır. Xeyr, dəyərləndirmə 3-6 yaşın sonunda aparılmır. O inkişafa dair yekun hesabatdır. Dəyərləndirmə ayrı bir şeydir.
Ona görə də D variantı yanlışdır. Çünki məsəl üçün inkişafa dair yekun hesabat nədir? Yekun hesabat verirəm ki, budur uşağın inkişafı. Mən dəyərləndirmirəm axı onu orada. Mən onu davamlı qiymətləndirmirəm. O düzgün deyil. Sonra E-yə baxaq. Uşağın inkişafının dəyərləndirilməsi nəticəsində faydalı fərdi təlim planlaşdırılır və həyata keçirilir. Düzdür. Uşaq əgər zəif nəticə toplayıbsa, mən təlimi daha da belə deyim, interaktiv, daha da öyrədici şəkildə tətbiq edirəm ki, uşaq daha da yaxşı nəticə göstərsin, zəif uşaqdırsa. Baxaq müəllimlər, buradakı indi suallara hansı mövzularımızdandır? Əqli hücumu bildik A5-də. Əqli hücumu öyrənsəniz bu sualı yazardınız. Görürsünüz, qeyri-adi içinə düşmür imtahana. Məktəbəqədər təhsil pilləsində keçirilən məşğələlər. Məşğələni bilirsiniz. Sonra orada sensor tərbiyə haqqında məlumatınız varsa, variantları da xırdalayaq. Uşaqların yaş qrupunun, onların dəqiqəsini bilirsinizsə problem yaşamırsınız. Təsviri fəaliyyət məşğələsini bilirsinizsə problem yaşamırsınız. Sonra iş formalarını bilirsinizsə D-də iş formalarından söhbət gedir də, deyir yarım qruplarla iş forması. Əgər iş formasını bilməsəydiniz, siz oxumasaydınız bunu səhv yazacaqdınız. Demək ki, burada belə deyim, iş formasından söhbət gedir. 6 günlük iş həftəsi ilə işləyən məktəbəqədər təhsil müəssisəsi şənbə günü məşğələ keçirilir. Məşğələlərin həftəlik miqdarı mövzusudur bu. 5-cidə cavab olduğu müəllimlər E variantı. O nağıl etmədi. Soruşan müəllimə üçün deyirəm. 7-də söhbət nədən gedir? 7-də söhbət gedir nağıl etmədən. Nağıl etmə iş üsuluna aiddir də, görürsünüz? Onu da bilsəydiniz yazardınız. Demək ki, əlavə içinə düşmür imtahana. Dəyərləndirməni də keçmişəm. Hamısını keçmişəm. Əgər siz bunları bilirsinizsə yazacaqsınız. Keçdikləriniz əhatəsindədir. Qeyri-adi içinə düşmür. Gələk bura. Deyir ki, uşaq inkişafının dəyərləndirilməsi qeyd elədiyi yuxarıdadır. Keçək digərinə 9-una. Ekrana heç kim yazmasın, diqqətim yayınır və yaxud da aşağıdan da hələ ki yazın, amma aşağı düşəndə yazmayın, aşağıdakı variantı oxuyanda. Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Baxın, aşağıda yazıb ümumi burada təlim strategiyası. Bu bir növ oxşuyur bizim şaxələndirməmizə. Adı burada qoyub, sonra burada da xırdalayıblar. Deyir ki, təlim strategiyası. Təlim strategiyası nədir? Kurikulumda yazılıb. 54 səhifəlikdə açın oxuyun. Həm də o mövzunu mən özüm də keçmişəm müəllimlərə. Təlim prosesi və onun təşkili prinsiplərini əhatə eləyir təlim strategiyası özündə. Təlimin prosesi nə idi? Onun təşkili prinsipləri. Diferensiallaşdırma, fərdiləşdirmə, təlimi müəllimə quranda onları nəzərə almalıdır o prinsipləri. Təlimin təşkilində istifadə olunan iş formaları, iş üsullarını nəzərə almalıdır. İş formalarını, iş üsullarını. Eyni zamanda da təlimi də düzgün planlaşdırmalıdır. Təlimin strategiyası odur. 3 dənə fikri özündə əks etdirir təlim strategiyası. Baxın, E variantı. Amma portfolio deyil, portfolio dəyərləndirmədir. Uşaq inkişafının dəyərləndirmədir. Məktəbəqədər təhsilin prinsipləri, artıq orada prinsiplərdən söhbət gedir. Strategiyaya aid deyil. Məktəbəqədər təhsilin fəlsəfəsi də ümumiyyətlə aid deyil. Sonra hər kəs deyir ki, müəllimə, riyaziyyat görən necə düşəcək? Müəllimlər, əmin olun ki, riyaziyyat çətin düşməyəcək. Niyə? Çünki riyaziyyatı sizə qaydadan çox situasiya halında salacaqlar. İndi gələk bu situasiyaya baxaq. Deyir ki, hesablama fəaliyyətinin təşkili zamanı tərbiyəçi müəllim uşaqlara iki çoxluğun birləşməsini modelləşdirən situasiyalara aid misallar verir. Bu situasiyaya uyğun olan tapşırığı müəyyən edin. 50-nin bir şarı var. Şarı dairələrlə işarə edin. Ona bir dənə də şar verdilər. Onda olan şarların sayını tapmaq üçün nə etməliyik? Baxın, bizə nə deyir? Deyir ki, iki çoxluğun birləşməsini göstərən nümunəni tapın. İki çoxluq nədir? Üstə gəlmə deməkdir. Yəni, iki dənə, məsələn, 5 dənə topu, 4 dənə topun üstünə gəl. Neçə dənə top elədi? Çoxluq əmələ gəldi. Həm də 2 dənə çoxluğu topladınız. Deyir, toplamanı tap da, iki çoxluğu birləşməsini tap. İki çoxluğu birləşdirmək toplama deməkdir. Birincidə düzgün deyil. Çünki birincidə deyir ki, nə etməliyik deyir. Həm də bir rəqəmi çoxluq deyil axı, 50-nin bir şarı var. Biri çoxluq deyil axı. Eyni zamanda da bizə deyir ki, nə etməliyik? Çoxluğu birləşmədi axı burada, bizə sual verir onu. Sonra B-yə baxaq. Dipçəkdə 6 gül var idi. Onların ikisi soldu. Neçə gül qaldı? Burada nədir? Çıxmadan söhbət gedir. Mənə toplama lazımdır. Mən bunu keçmərəm axı, bu çıxmadı. Sonra rəfdə 2 fincan, 4 stakan var. Fincanları dairələrlə, stəkanları isə kvadratlarla işarə edin. Onların bir yerdə görürsünüz, yəni 4 dənə stəkanla 2 dənə fincanın bir yerdə neçə dənə olduğunu müəyyən edin. Bu artıq nədir? Artıq müəyyən edirsə toplayır deməkdir. C variantı. Bu düz variantdır. D-yə baxaq.
Bir rəfdə 5 fincan var, digər rəfdə 6 nəlbəki. Fincanları dairələrlə, nəlbəkiləri isə kvadratlarla göstərin. Elə düzün ki, hansının çox olduğu görsün. Bu müqayisədir. Sizdən müqayisəni soruşsaydı bu variantı alacaqdınız. Amma bizdən iki çoxluğun birləşməsini soruşur. Ona görə də D yanlışdır. Sonra dipçəkdə 6 gül var idi. Onların ikisi soldu. Neçə gül qaldı? Burada da çıxma var. Mənə çıxmanı soruşmur, mənə toplamanı soruşur. Çıxmanı sorsaydı E-ni alardım. Amma məndən toplamanı soruşduğu üçün düzgün cavab C variantı. İki çoxluğun birləşməsini özündə göstərən situasiya C variantında verilib. 11-ə baxaq. Hansı yaş qrupunda uşaqlara rəngləri qataraq yeni açıq və tünd, həmçinin başqa rəng almaq öyrədilir? Məntiqlə düşünək. Bu təsviri fəaliyyət məşğələsinə aiddir. Əgər bir uşaq bütün rəngləri bilirsə, onu qarışdırıb yeni tonun da nə olduğunu biləcək də. Amma 3-4-5 yaşında uşaq bütün rəngləri dərindən bilmir, axı tonlarına qədər. Tonlarına qədər dərindən bilsin ki, onları qarışdırıb yeni ton almağı da bacarsın. Ona görə də bu məktəbə hazırlığa aiddir, unutmayın. Ən böyük yaş qrupuna aiddir, bu məktəbə hazırlıq qrupuna. İndi gələk axırıncı sualımıza. Görürsünüz, buranı da analiz eləyək. 9-cu sualda təlim strategiyasından söhbət gedir. Mən əgər planlaşdırmamı düzgün bilirəmsə, 9-u yaza biləcəm. Sonra 10-cu sualda riyaziyyat məşğələsinə aid situasiyadır. Məntiqlə də düşünəndə iki çoxluğu birləşdirməkdir, üstə gəlmə deməkdir. Tapıram onu cümlədə. Digəri də təsviri fəaliyyət məşğələsinə aiddir. İndi 12-yə gələk. Müxtəlif fəaliyyət mərkəzlərində oyunların qurulması məktəbəqədər təhsildə inteqrasiyanın ən yaxşı yollarından biridir. Bizə dedir ki, yanlış fikir müəyyən edin. Uşaqlarda, məsələn, müxtəlif fəaliyyət mərkəzi deyəndə nə nəzərdə tutulur, bilirsiniz? Güşələr. Siz ora elm güşəsi, təbiət güşəsi, məsələn, formalaşdıra bilərsiniz, riyaziyyat, tikinti, hansı ki, belə deyim, quraşdırma aid bir güşə. Fərqli-fərqli də güşələri siz özünüzə aid ideya da yeni gətirib artıra da bilərsiniz özünüzə görə. Fərqli-fərqli. Nədir? İnteqrasiyadır da. Uşaqlara bu güşələrdə mən fərqli-fərqli mövzuları öyrədə bilərəm. Məsələn, uşağa öyrədirəm mən, tutaq ki, bir fənni öyrədirəm. Necə ki, biz inteqrasiyada deyirik, uşağa 3 dairəsini öyrədirəmsə, gedirəm rəngləmədə onu daha da möhkəmləndirirəm. Burada da eyni zamanda bir formanı, tutaq ki, necə deyim sizə, bir əsər öyrədirsiniz, bir tutaq ki, sujetli rollu oyuna aid bir nəsə ailə haqqında mövzu danışmaq istəyirsiniz uşağa. Gedirsiniz onları rola salırsınız. Neynədim? İnteqrasiya elədim güşələrimə. İnteqrasiya etmək odur ki, əlaqələndirərək fərqli-fərqli güşələrlə mən mövzunu daha yaxşı çatdırıram uşağa. Yəni, güşələr əlimin altında olan əyani bir vəsaitdir və güşələr varsa uşaq önümlülük prinsipi qorunur. Tələb yönümlülük yox ha, uşaq yönümlülük. Çünki uşaqların çoxlu oyuncaqları olur, onlar sıxılmırlar bağçadan. Hər şey əllərinin altında olur. İndi bu düzdür, A düzdür. Baxaq görüm yanlış fikir hansıdır. Oyun uşaqların fiziki, kognitiv, sosial emosional sağlamlığında, rifahında əsas rol oynayır. Düzdür də, oyun bütün inkişaf sahələrini formalaşdırır müəllimlər. Sujetli rollu oyunlar uşaqlarda hadisələrin iştirakçısı olmaq, mövcud vəziyyətə baxmağı tələb edir. Baxın, sujetli rollu oyunlar hadisələrin iştirakçısı olmaq, mövcud vəziyyətə baxmağı tələb edir. Bu səbəbdən yalnız 3-6 yaşlarında istifadə edilir. Sujetli rollu oyunlar 1-3 yaşında var axı. Biz bunu iş üsulu iş formalarında keçmişik. Sadəcə 3-6-da deyil. Bu yanlışdır. Sonra D-yə baxaq. Tərbiyəçi müəllim oyun zamanı problemi müdaxilə yolu ilə həll etmir. Əksinə kömək edir ki, problemi uşaqların özləri addım-addım həll etsinlər. Bu düzdür də, tərbiyəçi müəllim hər şeyi özü desə düzgün fasilitator olmaz axı. O hər şeyi addım-addım deməlidir ki, uşaqlar özləri tapsınlar. Tərbiyəçi müəllim oyun zamanı vəsaitlərə yenilərini əlavə edərək və əvəzləyərək onların oyunlara marağını saxlayır və artırır. Baxın, bu ümumiyyətlə test, belə deyim də, 12-ci test məntiq testidir bir növü. Niyə? Çünki burada müəllimin məntiqindən söhbət gedir. E-yə baxın. Əgər mən güşələri eyni güşələrdir də, mən gedirəm, ya onu götürüb qırağa qoyuram, onu başqası ilə əvəzləyirəm və yaxud da ki, yenilərini əlavə edə bilərəm, başqasını əvəzləyə bilərəm. Daha maraqlı olur da. Uşaq bir əşya ilə çox oynayanda sıxılır. Amma bu gün məsələn qısa saçlı gəlinci idi, sabah ümumiyyətlə tutaq ki, başqa bir kukla qoyula bilər ora. Daha maraqlı olacaq ona. Daha çox diqqətini çəkəcək. Çünki təzədir. Həmişəki kuklası deyil. Gördünüz, dəyişdirdim. Konstruktoru oyun tutaq ki, sarı rəngdədirsə, gedib dəyişirəm onu, fərqli formalı gətirib qoyuram ora. Daha çox diqqətini çəkəcək. Neynirəm? Dəyişdirirəm. Ya da əvəzləyə bilərəm. Maraqlı olur, düzdür.
Bütün situasiyalar düzdür, amma C variantı düz deyil. Sujetli rollu oyunlar sadəcə 3-6-da deyil. Siz bunları bilsəniz kifayət edir. Baxın, B variantında oyundan söhbət gedir. Oyunu bilirsinizsə B variantını analiz edə bilərsiniz. C variantında söhbət gedir sujetli rollu oyunlardan. Siz sujetli rollu oyunları oxumasaydınız, onu elə düzgün götürəcəydiniz. Deyərdiniz ki, hə də düzdür. Amma sujetli rollu oyunları iş üsulunu öyrəndiyiniz üçün siz 3-6 ilə razılaşmırsınız. Deyirsiniz ki, 1-3-də də var. Sonra eyni zamanda bu fasilitatora aiddir. D variantı fasilitatora aid bir nümunədir. E variantı isə artıq güşələrə aid bir nümunədir. Həm də uşağa önümlü prinsipi əsaslanır ki, uşağın meyl, marağı artır. Düz fikirdir. 13-ə baxaq müəllimlər. Tərbiyəçi müəllimin uşaqlara miqdar və sıra saylarını, həmçinin naxış və rəng fərqlərini öyrətməsi üçün daha məqsədə uyğun hesab olunan vəsaiti hansıdır? Baxaq. Həm mənə deyir ki, həm miqdar və sıra saylarını öyrət, həm naxışı öyrət, həm də rəngi öyrət. Get resurs tap görüb nə tapırsan. Baxaq. Bulmacalar, yəni puzzlelar. Puzzlelarla mən nəyi öyrədə bilərəm? Miqdarı öyrədə bilərəm, məsələn, çoxdur, azdır. Sıra sayını öyrədə bilərəm ki, bir dənə, iki dənə. Amma ki, mən naxış qura bilmərəm onlarla. Mən rəng fərqlərini öyrədə bilmərəm puzzlelarla. Demək ki, mənim üçün əlverişsizdir. Mənə dördünü də bir yerdə saxlaya biləcək bir vəsait lazımdır. Xırda pula baxın. Xırda pul miqdarı öyrədə bilər, sıra sayını öyrədə bilər. Amma naxışla rəngi öyrədə bilməz də mənə. Xırda pulun rəngi fərqli olur axı, bir rəngi olur axı. O rəngli olmur axı. Ölçmə vasitələri xeyir. Bu da ölçmə vasitəsi nədir ki, mən onunla miqdar öyrədim, mən onunla naxış öyrədim. Xeyir. Ədədi xətlər. O da düzgün deyil. Ədədi xətlərlə mən miqdar, sıra sayını da öyrədə bilmərəm, elə naxışı da rəngi də öyrədə bilmərəm. Amma rəngli muncuqları yadımıza gətirək. Rəngli muncuqlar adı üstündə rəngli. Demək ki, rəngi öyrətdim. Nəticəmə satdım. Sonra naxış, muncuqlarla xırda-xırda naxışlar düzəldə bilərəm. Əlverişlidir mənim üçün. Sonra sıra saylarını öyrədə bilərəm. 1, 2, 3, 4 qoyuram da bir-bir uşaqlara. Onu da öyrədə bilərəm. Sonra isə miqdar da öyrədə bilərəm. Çox mıncıq, az mıncıq. Görürsünüz? 4-ü üçündə əlverişli olan mıncıqlar oldu. 13 E variantı. Sonra gələk. Fiziki mədəniyyət məşğələsinin yekun hissəsində uşaq orqanizmində yaranmış həyəcanlı vəziyyətdən çıxmaq, tədricən daha sakit vəziyyətə gəlmək üçün istifadə olunan hansı üsul doğrudur? Baxaq. Deyir ki, bir-birinin ardınca yeriş, tələffüz hərəkətləri hərəkətli oyun. Hərəkətli oyun ola bilməz. Bu fiziki mədəniyyət məşğələmizə aiddir. Amma 13-cü sual müəllimlər, sizin bir növ bacarığınızdan asılıdır. Görün bir müəllimə resursunu düzgün seçə bilirmi? Gördünüz nə rahat həll elədik. Qoyun qarşınıza nəticənizi görüm. Siz bu resursla bu nəticələri həyata keçirdə bilirsinizmi? Bu məqsədi həyata keçirdə bilirsinizmi? O məntiq testidir. Yəni o sizin bacarığınıza əsaslanır. 14-də də dediyim kimi fiziki mədəniyyətdən söhbət gedir. Uşaq orqanizmini həyəcanlı vəziyyətdən çıxarmaq, tədricən daha sakit vəziyyətə gətirmək üçün istifadə olunan hansı üsullar doğrudur? Bir-birinin ardınca yeriş, tələffüz hərəkətləri hərəkətli oyun. Hərəkətli oyun uşağın orqanizmasını rahatlaşdırmır, uşağı həyəcanlı vəziyyətdən çıxartmır. Tələffüz hərəkətləri, uzanaraq sakitləşdirici hərəkətlər, müvazinət hərəkətləri. Düzdürmü? Yazın aşağıdan. Baxın. Artıq orada siz fiziki mədəniyyət məşğələsinin yekun hissəsinə baxın. Orada bunlar yazılıb. Burada yəni tələffüz hərəkətləri ola bilər. Uzanaraq sakitləşdirici hərəkətləri, müvazinət hərəkətləri yoxdur. Sonra həzin musiqi altında boşaldıcı hərəkətlər, xaotik geriş, hoppanma. Xaotik geriş var, amma hoppanma yoxdur axı. Hoppama daha da uşağı həyəcanlı vəziyyətə gətirir yenə də. Az hərəkətli oyun, bəli, az hərəkətli oyun, yeriş və nəfəsi bərpa edici hərəkətlər yer alır. Düzdür. Nəfəsi bərpa edən hərəkətlər verirsən. Bir-birinin ardınca yeriş, xaotik yeriş, qaçış. Xaotik yerişi soruşan müəllimlər, xaotik yeriş bilirsiniz nədir? Uşağı ki, sərbəst buraxırsınız, sırayla arda-arda düzülmədən gedirlər. Hərəsi bir yerdə, bir-birinə dəymədən, özlərini rahat gedirlər. Çünki uşaq sonda rahat belə rahatlayır, deyir, gəlin. Demirsiniz, sıraya düzülün. Giriş hissədə verilir o. Xaotik yeriş sonda verilir ki, yəni sərbəst şəkildə öz istədikləri kimi gəzirlər. Xaotik yeriş odur. Cavab oldu D variantı. Sonra 15-ə də baxaq müəllimlər. 15-i də izah eləyək. Bu günlük bu qədər. Gələn dəfə 15-dən sonrasını izah edəcəm sizlər üçün.
15-ə baxaq. Ailələrlə effektli ünsiyyət uşaqların inkişafını və təlimini dəstəkləyir və valideynlərin məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətində iştirak etməsinə imkan yaradır. Effektli ünsiyyət uşağın inkişafını, təlimini dəstəkləyir. Bunu bilirəm. Valideynlərin məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətində iştirak etməsinə imkan yaradır. Bunu da bilirəm, düzdür. Valideynlərlə ünsiyyət önəmlidir. İndi də deyir ki, bəs deyir bunların hansı aşağıdakı variantların birində xidmət etmir? Hansı variantda deyir bunların hər biri xidmət etmir o variantda? Baxaq. Deyir ki, ailə üzvlərini dinləyərək fəal dinləmə bacarıqlarından istifadə etmək. Onlara sual vermək, dediklərini təkrarlamaqla onları başa düşdüyümüzə əmin olmaq. Düzdür də biz nə demişdik hörmət əsaslanan qarşılıqlı ünsiyyətdə? Fəal dinləmə bacarıqlarından istifadə etməliyik. Onlara sual verməliyik, dediklərini təkrarlamalıyıq, onlara başa düşdüyümüzü, əmin olduğumuzu bildirməliyik. Düzdür. Mən əgər valideynin başa düşdüyümü bildirməyimin ən gözəl səbəbi odur ki, jest mimikalardan istifadə edim. Əgər orada valideyn ağlayırsa, mən orada belə quru-quruya qalmalı deyiləm. Onun vəziyyətini başa düşməliyəm. Əlini çiynimə qoya bilərəm, ona təsəlli verə bilərəm. Sonra ailə üzvləri ilə ünsiyyət zamanı daha çox açıq suallardan istifadə etmək. Rəsul evdə nə etməyi sevir? O bağçadakı fəaliyyətimiz haqqında sizə nə deyir? Kimi suallar vasitəsilə? Bayaq sizə demişdimi? Düzdür. Burada artıq açıq suallar verilməlidir valideynlərə. Və valideyn də görəcək ki, biz onun uşağı üçün belə deyim, maraqlanırıq. Onun uşağı üçün fəal təlim təşkil etmək istəyirik. Sonra ailə üzvləri ilə uşaq haqqında informasiyaları paylaşmaq, bu zaman uşaqlar haqqında ən çox müsbət informasiyalar vermək. Əli çox yaxşı uşaqdır, ağıllıdır. Mən sizin övladınızı hamıdan çox sevirəm. Leyla hər zaman mənim sözümə qulaq asır. Baxın, hamıdan çox sevirəm elə bir ayrı seçkili idi. Düz deyil? Həm də ki, Əli çox yaxşı uşaqdır, ağıllıdır. Mən sizin övladınızı hamıdan çox sevirəm. Leyla hər zaman mənim sözümə qulaq asır. Nə zaman qulaq asıb? Niyə yaxşı uşaqdır? Niyə ağıllıdır? Hansı xüsusiyyətinə görə? Niyə hamıdan çox istəyirsən? Hamıdan çox istəyir ümumiyyətlə birbaşa qərəzsizliyi pozur. Həm də ki, digərlərini ümumi deyir, onu açıqlamır. Bayaq sizə izah eləyəndə demişdim. Açıqlamır onu. C variantı səhvdir. Sonra ailə və uşaq haqqında alınan məlumatın məxfiliyini saxlamaq, məlumatlardan yalnız təlim-tərbiyə prosesinin səmərəliliyini istifadə etmək, məqsədli istifadə etmək. Çox elə gedib D-ni götürmüşdü ki, o səhvdir. Xeyr müəllimlər, D düzdür. Niyə? Çünki mən məlumatın məxfiliyini saxlamalıyam, amma məlumatı bilirəmsə, uşağa ona görə yanaşıram da, təlim-tərbiyəmdə o məlumatdan istifadə edib uşağa fərdi yanaşma prinsipimi qururam. Uşağa fərdi yanaşıram, uşağın dərdini mən başa düşürəm. Amma məlumatı gizlədim. Amma təlim-tərbiyəmdə o məlumatı yadıma salıram, ona uyğun uşağa yaxınlaşıram. O məlumatı mən bilməsəydim, o uşağın dərdinin nə olduğunu mən bilməzdim. Məsələn, atası, anası dalaşıb, uşaq bugün üzgün gəlib bağçaya, anası da mənə deyib heç kimə demə. Demirəm heç kimə. Amma gəlirəm bağçada mən bilirəm ki, bu uşaq atası, anası dalaşıbdı deyə ağlayır. Və ya ona görə pisdir, ona görə kefsizdir. Mən onu bilməsəydim, o məlumatdan istifadə etməsəydim, uşağa yanaşa bilməzdim. Demək ki, mən o məlumatdan istifadə etdim, uşağa yanaşdım. Amma o məlumatı da gizli saxladım. Ona görə də D düzdür. Amma C ümumidir. Çox müəllimdir ki, müəllimə C yaxşıdır da uşağı tərifləyir, valideyn də sevinir. Xeyr, onlar şablon sözlərdir. Onları demək səmərəli təlim deyil. Unutmayın. Şablon sözlərdən qaçının. Ailə üzvləri ilə danışaraq düzünü demək, birbaşa informasiya ötürmək, o qədər də xoş olmayan məlumatları bölüşdüyü zaman ailə üzvlərinə qayğı ilə yanaşmaq, onları və uşaqlarını mühakimə etmədən dəstək olmaq. Baxın, düzünü demək, birbaşa informasiya ötürmək, o qədər də xoş olmayan məlumatları bölüşdüyü zaman ailə üzvlərinə qayğı ilə yanaşmaq lazımdır. Düzdür, ailə mənə dərdini deyə bilər, ona qayğı ilə yanaşmalıyam, ona dəstək olmalıyam, onun qərarını mühakimə etməli deyiləm, onun danışmağına icazə verməliyəm. Bu da düzdür. Bu qədər müəllimlər. Aydın oldu mu? Çox sağ olun müəllimə, Allah köməyiniz olsun. Siz sağ olun. Çox sağ olun müəllimə, var olasın. Allah razı olsun. Çox sağ olun. Çox sağ olun. Gələn dəfədə hər kəs qoşular, sağ olun. Gələn dəfədə hər kəs qoşular, o testlərin davamını edəcəyik. Əhatənizdə olan müəllimlərə də məlumat verin ki, hər kəs qoşula bilsin. Buyurun. Diaqnostik sınağı müəllimə yadıma saldı. Bütün işlədiyim suallar hamısı gözümün önünə gəldi. Eynən, görürsünüz müəllimə tapmaq necə də rahatdır. Elə deyil? Təşəkkür Hələ bu müəllimə, gün mən çox sağ olun. ard-arda çox dərslərə girmişəm deyə biraz fikrim dağınıqdır. Cümlələrimi də bəzən biraz Gözəl alındı müəllimə, çox gözəl. Təkrarən yadıma düşdü hər şey. Təşəkkürlər. Yəni
avtomatik yəni adama tanış gəlir sualların cavabları. Ola Ona bilər. görə tez-tez Bəli, bəli. vurdum. Biraz dediyim kimi Yəni yorğunçuluq var deyə bəzi cümlələrdə biraz səhv demiş ola bilərəm. Amma bacardığım yox qədər müəllimə, qəti yox izah elədim. qətiyyən. Heç bir səhvlikdə hamısını eynən düzgün dəqiq müəllimə. Səlis Sağ olun. gözəl izahlarınız. Çox sağ olun. Təşəkkür. Allah razı olsun. Bəli, Var olun müəllimə bu həmişə. şəkildə yanaşsaz düz tapacaqsınız. Dərinliyinə qədər yanaşın, variant çıxın, lazımsız variantlara baxmayın. İnanın ki, siz çox yaxşı yazacaqsınız. Zəif bir müəllimə belə bu yanaşmadan istifadə etsə, düzgün nəticə əldə edə biləcək. Belə. Təşəkkür müəllimə. Gecəniz xeyrə Çox qalsın. sağ olun müəllimə. Təşəkkürlər. Gecəniz xeyrə qalsın. Gecəniz Gələn dərs xeyrə qoşulmağı olsun müəllimə. unutmayın. Sağ olun. İnşallah.